Çingiz Abdullayev, Maskanın hakimiyyəti. Bu ekspert analitik Drongonun ən dəhşətli məğlubiyyətidir. Məşhur kino ulduzu Kristin Lindegren əri tanınmış restorator Antonio Moncelli onun villasında öldürülür. Qısa müddətdən sonra aktrisanın özünü də qətlə yetirirlər. Drongo aktrisanın yanında olsa da, ona hədər-qorxu məktubları göndərildiyini bilsə də, cinayətin qarşısını ala bilmir. Bundan başqa, qatil məşhur xəfiyyənin onun adını çəkməyəcəyinə inanır. Ən qəribəsi isə budur ki, o haqlı çıxır. Drongo həqiqəti bilsə də gizlədir. Və birdən onun sifəti Meduzanın bir zamanlar çox sevdiyim gözəl üzünə çevrilir. Nifrət dolu, əyilmiş, zəhərli. Anni üzünün ifadəsini yox, sifətini dəyişir. Antik aktyorlar maskalarını bircə anın içində dəyişdikləri kimi və bu maskaların hər biri müəyyən ab-havanı dəyişmək, özündən sonra gələnə rəng vermək üçündür. Maska Anni danışarkən peyda olur və dəyişməz qalır. Sonra maska düşür və Annidən ayrılır. Ürəkbulanma, Jean-Paul Sartre. Yataq düzəldirsinizsə, mütləq ona uzanmalısınız. İngilis məsəli. 1-ci fəsil. Aradan bir neçə keçəndən sonra o tez-tez məhz bu işi xatırlayacaq, bəlkə də bu nadir bir hadisə idi. Özünə məxsusluğu ilə seçilirdi. Ola bilsin ki, heç vaxt belə mükəmməl bir cinayətlə qarşılaşmamışdı. Ya da sadəcə hər kəsdən yaxşı baş çıxardığını düşündüyü işlə məğlub olduğunu özü-özünə etiraf etmək istəmirdi. Yaxud da bu məğlubiyyəti qəsdən planlaşdırmışdı, çünki işin istintaqı nəticəsində düşdüyü situasiyanın gedişatını qabaqcadan qismən müəyyənləşdirmişdi. Drongo həmin payız günü Churchillin Londonda nəşr olunmuş yeni tərcümə halını oxuyurdu. Kitabı bu yaxınlarda sifariş vermişdi. İndi də məşhur İngilis siyasətçisinin həyatı haqqında əvvəllər ona məlum olmayan bir yığın təfərrüatı maraqla oxuyub öyrənirdi. Son illər ona daim kömək edən ortağı da və dostu Edgar Vaydemanis zəng vuranda axşam saat 7-yə qalırdı. Səni çox məşhur bir adam axtarır. Edgar aşkar latış ləhcəsi ilə xəbər verdi. Yəqin ki, Rusiya prezidenti deyil. Drongo zarafat etdi. Ona rədd cavabı vermək mənim üçün çətin olardı. Məşhurluqda heç də ondan geri qalmır. Vaydemanis eyni tonda cavab verdi. O, Rusiya kinematografçılarının rəhbəri Nikita Smakovdur. Dünyada ən çox tanınan Rusiya rejissorudur. Mən onun atasını yaxşı tanıyırdım, Drongo bildirdi. Hətta böyük qardaşını da. Biz bir neçə dəfə görüşmüşük. Ancaq Nikita Smikovla tanış deyiləm. Bütün filmlərinə isə təbii ki, baxmışam. O səni görmək istəyir, Edgar dedi. Köməkçisi artıq 2 dəfə zəng vurub. Sənin birbaşa nömrəni istəyirlər. Ya mobil ya da şəhər telefonunu. İstəyirlərsə vermək lazımdır. Görəsən mənə nə işləri düşə bilər? Heç də anlamıram. Mən də anlamıram, ancaq sən razılıq versən, özləri dərhal yenidən zəng vuracaqlar. Vursunlar, Drongo razılaşdı. Kitabı yığışdırıb dəstəyi yerinə qoydu və zəngi gözləməyə başladı. Bir dəqiqədən sonra doğrudan da telefon zəng çaldı. O dəstəyi götürəndə məşhur rejissorun özünə məxsus tanış səsini eşitdi. Salam, Simakov dedi. Cənab Drongodur. Sizi bu cür adlandırdığıma görə bağışlayın. Ancaq sizə məhz belə müraciət etməyimi məsləhət biliblər. Bəli, Drongo cavab verdi. Hər vaxtınız xeyir, cənab Simakov. Sizi tanıdım. Səsiniz atanızın səsinə çox oxşayır. Bilirəm, rejissor bir qədər mənalı tərzdə dedi. Siz onu yaxşı tanırsınız. O mənə danışıb. Etiraf etməliyəm ki, o sizin qabiliyyətiniz haqda çox yüksək fikirdədir. Təşəkkür edirəm, mən onun bu xoş münasibətini qiymətləndirirəm. Elə ona görə də mən sizə zəng vurdum. Sizinlə görüşüb danışmaq istəyirəm. Nə zaman mümkündür? Nə vaxt istəyirsiniz? Sizinlə istənilən yerdə və istədiyiniz vaxt görüşməyə hazıram. İndiki halda mənim sizinlə vacib işim var. Ona görə də, necə deyərlər, görüşümüzün baş tutacağı ərazini özünüz seçə bilərsiniz. Mənim üçün fərqi yoxdur. Ancaq zəhmət olmasa deyin, haqqında danışacağımız iş mənim peşəmlə bağlı olacaq? Şübhəsiz.
Onda gəlin Sülh prospektində görüşək. Bizim orada kiçik bir ofisimiz var. Görüşümüzdən kənar adamların xəbər tutmasını istəmirəm. Bəlkə bir restoranda görüşək. Onda Tver bulvarındakı Pushkin restoranında. Niyə məhz Pushkində? Sizin əyləncələrinizdən xəbərim var. Sevimli restoranınızdan da. Maraldır. Siz mənimlə görüşə xüsusi olaraq hazırlaşmısınız, yoxsa bunları əvvəldən bilirdiniz? Moskvada beynəlxalq kino festivalı keçiriləndə bütün qəzetlər adətən ondan yazırlar. Siz qonaqlarınızı bir qayda olaraq ora dəvət edirsiniz. Oxumamışam, amma yenə də maraqlıdır. Deməli, hər halda Pushkində. Amma məncə belə söhbətlər üçün restoran o qədər uyğun yer deyil. Hansısa klubda da görüşmək olar. Ancaq siz məxfiliyi qorumaq istəyirsiniz. Ən yaxşısı mənim evimdir. Əgər gələ bilirsinizsə, sabah saat 7-də mənim evimdə. Əlbəttə gələrəm. Hökmən gələcəyəm. Ünvanı yazın. Ehtiyac yoxdur. Mən sizin ev ünvanınızı bilirəm. Mən də sizinlə görüşə hazırlaşmışam. Onda sabaha qədər. Sizdən bir xahişim də var. Bilirəm ki, qonaqlarınızı adətən köməkçiniz. Bu latış soyadlı da heç yadımdan qalmır. Veydamanislə birlikdə qəbul edirsiniz. Aydın məsələdir ki, kimsə rejissora Edgarın adı yazılmış kağız vermişdi. O mənim ortağımdır. Başa düşürəm. Eynilə Sherlock Holmes'da mənzil qonşusu Doktor Watson kimi. Ancaq sizdən böyük bir xahişim var. Gəlin sabah Doktor Watsonsuz keçinək. İş şəxsən mənə aid deyil. Söz vermişəm ki, söhbətimizdən heç kəs xəbər tutmayacaq. Məni başa düşürsünüz yəqin, elə deyilmi? Məncə haqqımda mümkün olan hər şey öyrənmisiniz. Siz tanınmış xüsusi xəfiyyəsiniz, ona görə də haqqınızda məlumat toplamaq çətin olmadı. Oldu, sabah axşam tək olacağam. Çox gözəl, deməli danışdıq. Sabah axşama sizdəyəm, görüşənədək. Drongo dəstəyi yerinə qoydu. Qəribə zəng idi, görəsən məşhur rejissor ondan nə xahiş edəcəkdi? Belə bir müəmmalı məxfilik nəyə lazımdır? O yenidən Edgar'a zəng vurub rejissorla söhbətinin qısa məzmununu danışdı. Ola bilər ki, söhbət onunla işləyən əcnəbi aktyorlar ya da həmkarları ilə bağlı olacaq və nəsə məxfi məsələdir. Gərək heç kəs xəbər tutmasın. Veydamanis ehtimalını dilə gətirdi. O mənimlə birlikdə görünməsini də istəmir. Drongo dalğın halda dedi. Yəqin ki, kimsə bunu ondan xahiş edib. Sabah hər şey biləcəksən, Edgar müdrik görünmək istədi. Ertəsi gün saat 8-ə 3 dəqiqə işləmiş rejissor Drongo'nun mənzilinin zəngini bastı. O aşağıda oturan mühafizəçiləri qonağının gələcəyi ilə bağlı artıq xəbərdar etmişdi. Drongo'nun Moskvadakı və Bakıdakı evlərinin giriş qapılarında mühafizəçilər keşik çəkirdi. Özünü qismən təhlükəsizlikdə hiss etmək üçün bilərəkdən mühafizəsi olan evlərdə yaşayırdı. Bundan başqa evin ətrafı və qaraj videokamera vasitəsilə görünürdü. Simakov bir neçə dəqiqədən sonra onun yanına qalxdı. O tünd rəngli gödəkçə, açıq rəngdə şalvar, boz cemper geymişdi. Gödəkçəsini asılqana ilişdirib qonaq otağına keçdi. Onlar yumşaq kresloda yerlərini rahatladılar. Drongo üstündə içkilər və meyvə olan balaca masanı qonağa tərəf itələdi. Gördüyünüz kimi mənzildə kimsə yoxdur. Drongo gülümsədi. Hətta köməkçilər də. Nə içəcəksiniz? Heç nə. Yalnız mineral su. Xahiş edirəm, narahat olmayasınız. Sizin qonaqpərvərliyinizdən sui-istifadə etmək fikrində deyiləm. Narahat deyiləm. Yeri gəlmişkən, mənim kabinetimdə atanızla birlikdə çəkdirdiyim fotoşəkil də var. Mən o fotonu görmüşəm. Amma sizin aranızda böyük yaş fərqi var. 40 il olar. Ondan da çox, təxminən 50 il. Drongo cavab verdi. Təsirlidir. Başqa nəsillərə aid insanları anlamaq qabiliyyəti hər adamda olmur. Elə deyilmi? Bu haqda heç vaxt düşünməmişəm. Bizim də sizinlə 20 yaş fərqimiz var, Simakov dedi. 15 yaş. Yaxşıdır, çox yaxşıdır. İndi sizin ən məhsuldar dövrünüzdür. Siyasətçilərin və biznesmenlərin parladığı yaş dövrü. Yaxın 50 ildə bunlardan heç birinə məşğul olmaq niyyətim yoxdur. Sonrasına baxarıq. Qonaq gülümsündü, mineral su şüşəsini açıb stəkanı doldurdu və içdi. Sonra boş stəkanı stolun üstünə qoydu. Sizin yanınıza bir tanışımın xahişi ilə gəlmişəm. Başa düşürsünüz də, əgər təklifimi qəbul etməsəniz, söhbət ikimizin arasında qalmalıdır. Əlbəttə. Onu başlayaq. Siz haçansa Kristin Lindegren haqqında eşitmisiniz?
Biraz bilirəm ki, Birləşmiş Ştatlarda yetərincə məşhur bir aktrisadır. Bir çox filmlərdə çəkilib, vəssalam. Simakov gülümsəyərək əllərini yerlədi. Yaxşı ki, dediklərinizi kino tənqidçiləri eşitmirlər. Yoxsa sizi parça-parça edərdilər. Kristin Lindgren hazırda Amerikanın ən aparıcı aktrisalarındandır. O bir neçə teleserialın ulduzudur. Ən yüksək qonorarları o alır. Onun çəkildiyi son serial ən nüfuzlu mükafatlara layiq görülüb. Hətta böyük şəhərdəki seks serialını da geridə qoyub. Təsəvvür edirsiniz? Bir yığın mükafat alıb. Bundan başqa o, Woody Allen'in 2 filmində çəkilib. Hətta Oscar mükafatının namizəd göstərilib. Siz məni inandırdınız. Bu sahədə ən yaxşı ekspert olduğunuzu qəbul edirəm. Şübhə etmirəm ki, hər şey məhz sizin dediyiniz kimidir. O həm də çox yaxşı insandır. Moskvada da çoxlu tanışları var. 2 il əvvəl bizə qonaq gəlmişdi. Sonuncu əri ilə birlikdə. Çox gözəl cütlükdürlər. Əri yaşca özündən bir qədər kiçikdir, ancaq əla görünürlər. Bilirsiniz də, indi 50 yaşlı qadın da 30 yaşdakı kimi görünə bilir. Bəs onun neçə yaşı var? 48 yaşı. Qadın üçün də yaxşı yaşdır. Nəysə, bir neçə gün öncə o mənə zəng vurub kömək istədi. Simakov mineral suyu baxıb uzun bir aktyor pauzası verdi. Şüşəni götürüb yenidən su tökdü və yenidən içdi. Sonra ev sahibinə gülümsədi. Sizin adınızı da mənə o özü söylədi. Üzr istəyirəm. O sizi hamı necə tanıyırsa elə də adlandırdı və sizinlə danışmağımı xahiş etdi. Tam başa düşmədim. Nə barədə danışmalıyıq? O sizinlə görüşmək, şəxsən görüşüb danışmaq istəyir. Sizi ona ən yaxşı xüsusi xəfiyyə, özəl detektiv kimi tövsiyə ediblər. Yaxud ən yaxşı ekspert analitik kimi. Hansı daha çox xoşunuza gəlir? Mən bilən, o sizi 1997-ci ildə Kandakı 50-ci yubiley festivalı zamanı apardığınız istintaq barədə eşidib. Drongonun üz ifadəsi dəyişmədi. Ancaq qonağının nədən danışdığını çox yaxşı bilirdi. Festivalın bağlanış mərasimini və son filmin nümayiş zamanı sarayda terror aktı olacaqdı. O zaman terrorun qarşısını çox çətinliklə ala bilmişdi. Drongo bu hadisəni xatırlayırdı, ancaq heç nə demədi. Belə başa düşdüm ki, o ekspert analitiklər arasında ən yaxşısını axtarır. Simakov davam etdi və o öz seçimində məhz sizin üzərinizə saxlayıb. O hardadır? İndi Montrealdadır, ancaq sizi Los Angeles'da gözləyəcək. Danışmışıq ki, onun təklifini sizə çatdırım. Bağışlayın, sizi tam anlaya bilmədim. Məyər telefonla danışmaq olmaz, ya da internet vasitəsilə? Qətiyyən. Bu sualı mən də ona vermişəm, amma o sizi şəxsən görmək istəyir. Dedi ki, siz qətiyyən narahat olmamalısınız. Los Angeles'ta uçmağınız üçün sizə 1-ci dərəcəli biletin şəhərin istənilən otelində arzunuza uyğun nömrənin xərcini ödəyəcək. Bütün əlavə xərclərinizin ödənilməsini də təmin edəcək. Ancaq ona sizi şəxsən görüb çox vacib bir məsələ haqqında danışmaq lazımdır. Belə başa düşürəm ki, məsələnin sizin peşənizin konkret dəxli var. Başa düşürəm, ancaq burada xırda bir problem var. Mənim təyyarədə uçmaqdan heç xoşum gəlmir, xüsusilə də belə uzağa. Siz heç vaxt Amerikada olmamısınız? Rejissor təəccübləndi. Dəfələrlə olmuşam, həm Şimali, həm də Cənubi Amerikada. Ancaq hər dəfə təyyarədə uçanda müəyyən narahatlıq hiss etmişəm. Mənə elə gəlir ki, 1-ci dərəcəli reyslə uçmaq olar, Simakov dedi. Həm də ki, işi qəbul etməyə bilərsiniz. Heç kəs sizi məcbur eləmir. Sizin vəzifəniz yalnız onunla görüşməkdir. Bəlkə heç bir-birinizdən xoşunuz gəlmədi. Bir qadının xoşuma gəlmək üçün okeanın və bütün Amerikanın üzərindən uçmalıyam. Bu mənim üçün yetərincə mürəkkəb bir prosesdir. Bağışlayın, ancaq belə uzağa uçmağın məntiqini anlaya bilmirəm. Hələlik məqsədi də tam anlamıram. Biz bunu da müzakirə etmişik. Rejissor Drongonun sözünü kəsərək başını şən-şən tərpətdi. O məndən xahiş edib ki, şərtlərini sizə çatdırım. Əgər sizi uyğun bilsə, $200,000 qonorar ödəyəcək. $200,000. 1 2-dən və 5 0-dan ibarət bir məbləğ. O sağ əlinin şəhadət barmağı ilə 2-ni və hər bir 0-ı havada ayrı-ayrılıqda cızdı. Sonra demək olar ki, qalib ədası ilə Drongoya baxdı. Ancaq bu məbləğ belə ev sahibində lazımı təəssüratı yarada bilmədi. O gülümsədi. Yaxşı məbləğdir, ancaq mənim razılığım üçün yetərli deyil. Mən ora niyə uçduğumu bilməliyəm.
Siz öz şərtlərinizi irəli sürürsünüz? Simakov dəqiqləşdirməyə çalışdı. Hesab edirəm ki, biz əvvəlcə telefonla danışmalı, sonra hər ikimiz qərar verməliyik. Bəlkə heç birimizin xoşuna gəlmədik. Ağıllı fikirdir, ancaq onun öz şərtləri var və mən bura onun sözlərini sizə çatdırmaq üçün gəlmişəm. Qabaqcadan heç bir şərt qəbul olunmur. O sizi şəxsən görmək istəyir və işə yarayıb yaramadığınızı yalnız bundan sonra qərar verəcək. Siz söhbətin nədən getdiyini bilirsiniz? Qətiyyən xəbərim yoxdur. Mən fikirləşməliyəm. Şübhəsiz, deyə rejissor saatına baxdı. Ah, deyəsən mən gecikirəm. Vaxtınızı aldığıma görə bağışlayın. O kreslodan qalxdı. Drongo da ayağa durdu. Onlar hola keçdilər. Qonaq ködəkçəsini geyindi. Yaxşı fikirləşin. O vida əlaməti olaraq başını tərpətdi. Belə şans həyatda bir dəfə ələ düşür. Ola bilər ki, siz həqiqətən bir-birinizə uyğun gəlməyəsiniz. Buna baxmayaraq, birinci dərəcəli salonda Amerika uçacaq, yaxşı oteldə yaşayacaqsınız. Hətta penthouse-da da qala bilərsiniz. O çox varlı qadındır. Bütün bunlar gözəl bir qadınla bir neçə dəqiqəlik söhbətin müqabilində verilir. Başa düşə bilmirəm, axı niyə razı olmayasınız? Siz ki, uçuşla bağlı müəyyən narahatlıqdan başqa heç nə itirmirsiniz. Bu problemləri də birinci dərəcəli salonda uçarkən unudacaqsınız. Məsləhət görürəm ki, yaxşı düşünəsiniz. Görüşənədək, tanışlığımıza şad oldum. Onlar bir-birinin əlini sıxdılar. Simakov mənzili tərk etdi. Drongo qapını bağladı və dönüb qonaq otağına keçdi. Kresloda əyləşdi. Bir serial ulduzu xüsusi xəfiyyəni yanına çağırıb onunla danışmaq istəyir. Bu məqsədlə köhnə əlaqələrindən istifadə edərək məşhur rejissora zəng vurur. Ondan vasitəçi olmağı xahiş edir. Lakin xəfiyyə ilə telefonda şəxsən danışmaq istəmir. Ən vacib məqamları görüşərkən söyləməyə hazırlaşır. Çox maraqlıdır. Bu məxfilik nəyə lazımdır? Axı o nə demək istəyir? Drongo telefon aparatını dalğın halda özünə tərəf çəkdi. Dəstəyi qaldırıb Parisdəki tanış nömrəni yığdı. Bu uzun illərdir tanıdığı keçmiş polis komissarı Desire Brüleyin telefon nömrəsi idi. Dəstəkdən komissarın çal səsi eşidildi. Eşidirəm sizi. Brüley dedi. Bonsoir, Monsieur Brüley. Drongo danışmağa başladı. Sizi ingiliscə danışmağa məcbur etdiyimə görə bağışlayın, ancaq bilirsiniz ki, mənim fransızcam heç bir tənqidə dözmür. Axşamınız xeyir. Brüley şad oldu. Zəngindən məmnun oldum. Nəsə baş verib? Sən axı elə belə zəng vuran deyirsən. Sizi narahat etmək istəmirəm, amma bir məsələni dəqiqləşdirmək lazımdır. Sizdən məşhur bir aktrisa ilə görüşmək üçün Los Angelesə uçmağı xahiş etmək bilər. Yox, mən belə səfərlər üçün çox qocayam. Mənə heç kəs zəng vurmayıb. Ancaq Londondakı dostumuza zəng vurulduğunu və Los Angelesə görüşə dəvət olunduğunu sənə xəbər verə bilərəm. Cənab Dole'a, Michel Dole, 20-ci əsrin ən tanınmış və böyük analitiklərindən biri idi. O da komiser Brüley kimi kriminalistikanın canlı əfsanələrindən sayılırdı. O da razılıq verib, yox, son zamanlar o özünü yaxşı hiss etmir və cavab verib ki, indi bu cür uçuşlar onun üçün uyğun deyil. Mən biləni onu Los Angelesə son dərəcə israrla dəvət ediblər. Hansısa aktrisanın adından zəng vurublar, hətta böyük məbləğdə pul da təklif ediblər. Ancaq Londonu tərk etmək istəməyən dostumuzu belə bir uçuşa razı salmaq çətindir. O öz şəhərini tərk etməyi xoşlamır. Aydındır. Belə başa düşdüm ki, sənə də zəng vurublar, elədir? Doğrudur. Bunu başa düşmək çətin deyil. Dünyada barmaqla sayılacaq qədər az kriminalist qalıb. Bir şişman Amerikalı artıq uzun illərdir ABŞ-dakı evini tərk etmək istəmir. Biz dördümüz isə Avropadayıq. Ancaq üçümüz xeyli yaşlanmışıq. Mən Dole və hazırda Türkiyədə istirahətdə olan Frederick Miller. Qalırsan təkcə sən, əramızda ən cavanı. Ona görə də məhz sənə üst tutmalıydılar. Neyləyim, görəsən? Məncə uçmaq olar, əgər belə israrla təcrübəli analitik axtarırlarsa, deməli maraqlı işdir. Bu cür işlərin istintaqını sən aparmasan, kim aparacaq? Sizi başa düşdüm. Məsləhətə görə sağ olun. Arvadınıza məndən salam söyləyin. Hökmən, sən də Çilə zəng vur və de ki, sizi Parisdə gözləyirik. Görüşənədək. Drongo dəstəyi qoydu. Maraqlıdır. Miller'in və Dole'un ailəsi yoxdur. Onlar köhnənin subaylarıdır. Komissar Brüleyin isə arvadı var, uşaqları yoxdur.
Görünür onun həmkarlarının hər biri başa düşür ki, belə təhlükəli peşə sahibinin ailə qurması çətin məsələdir. Axı, peşəkar fəaliyyətləri zamanı ailələrini girov götürə bilərlər. Təkcə Dronqonun ailəsi var, amma onunla birlikdə yox. Uzaq İtaliyada yaşayır. Ora tez-tez Cilə və uşaqlara baş çəkməyə gedir. Yaxşı ki, Cil bu həyatda dözür. O başını arxaya əyib gözlərini yumdu. Kristin Lindgren internetdə onun haqqında olan bütün məlumatları axtarıb tapmaq lazımdır. Ondan sonra Nikita Simakova zəng vurub səfərə razılıq vermək olar. 2-ci fəsil. Dronqo Moskvadan Los Ancelesə birbaşa reyslə uçmamaq üçün qəsdən bu marşrutu seçmişdi. Bu qədər vaxtı təyyarədə keçirmək çox çətin idi. Bəlkə də buna görə Frankfurt və New York şəhərlərində təyyarələri dəyişmə qərarı vermişdi. Yadında idi ki, hələ Sovet vaxtı Moskvadan New Yorka uçmaq üçün iki yerdə, İrlandiyanın Shannon və Kanadanın Newfoundland hava limanlarında eniş edirdilər. Uçuşu isə demək olar ki, 12 saat çəkirdi. Təyyarədə yatmağı hələ öyrənmədiyindən bu qədər vaxtı oturaq vəziyyətdə keçirmək olduqca yorucudur. Frankfurtdan New Yorka Leynerin yuxarı mərtəbəsində yerləşən birinci dərəcəli salonda rahat kresloları olan nəhəng Boeing 747 uçurdu. Birinci dərəcəli geniş salonda ondan başqa 3 Yapon biznesmeni də uçurdu. Onlar təyyarə havaya qalxan kimi yuxuya getdilər. Dronqonun öz yoldaşlarına paxıllığı tutdu. Görünür, okeanın üstü ilə uçmaq biznesmenləri o qədər də həyəcanlandırmırdı. Onlar stüardessanın nahar və şam yeməyəcəkləri barədə xəbərdar edəndən sonra kiçik qayığı xatırladan iri kreslolarla açdılar və üstlərini ədyal örtüb yatdılar. Frankfurtdan New Yorka uçuş 8 saat yarıma yaxın çəkdi. 2 gün öncə o internetdən Kristin Lindgrenin fotoşəklini tapmışdı. Gəncliyində o sarışın olsa da sonradan saçlarını rəngləyib qaraltmışdı. 40 yaşından sonra onun saçları şabaldıya çalırdı. Ümumiyyətlə o eksperimentləri xoşlayırdı. Kristin birinci əri iri maliyyə korporasiyasına rəhbərlik edirmiş. Onunla 4 il yaşadıktan sonra 20 il qabaq ayrılmışdılar. Artıq 25 yaşında olan yeganə oğlu da ondan idi. İkinci əri aktyor olub. Onunla 6 il yaşamışdılar. O da məşhur aktyor deyildi, ancaq onların tandemində arvadı açıq-aşkar üstün olduğundan onun şöhrəti ilə barışa bilməmişdi. Sırf aktyor qısqanclığı onların münasibətlərinə təsir etmiş və ayrılmışdılar. Təxminən 2 il qabaq Kristinin 3-cü dəfə məşhur İtalyan restoratoru və İtalyan restoranları şəbəkəsinin sahibi Antonia Monicelli'yə ərə getmişdi. O arvadından 4 yaş kiçik idi. Onların toylarının fotoşəkilləri Avropa və Amerikanın bütün populyar jurnallarının səhifələrini bəzəmişdi. Qadın əvvəlki gözəlliyini hələ də qoruyub saxlayır, kişi də əla görünürdü. O əsl İtalyan idi. Ucaboy, dərisi günəşdən yanmış, qara dalğalı saçları, bir qədər uzunsov sifəti, düz burnu, yaşıl gözləri vardı. İdeal məşuq obrazı. Qadın da yaşına baxmayaraq mükəmməl görünüşə malik idi. Sıx şabaltı saçları, açıq mavi gözləri vardı. Üzünün sərt cizgiləri gözəlliyinə nəinki xələl gətirmir, onu hətta daha da məlahətli edirdi. Dodaqları incə, dişləri qəşəng, burnu azacıq dik idi. Bədəninin mütənasibliyi gənc qızları belə heyran edirdi. Yaxşı inkişaf etmiş sinəsi, səylə diqqət etdiyi incə beli və yumru ombaları vardı. Onun ölçüləri ideal 60-90-60-dan uzaq olsa da, bu yaşda 105-70-90 da yetkin qadın gözəlliyinin demək olar ki, ideal nümunəvi sayıla bilərdi. Dronqo aktrisanın 300-dən artıq şəklinə baxdı. Onun gözləri sadəcə gözəl yox, həm də ağıllı idi. Hollivooddakı rəfiqələrinin əksəriyyəti bu mənada ona həsəd apara bilərdilər. O aktrisanın paltarlarından diqqət etdi. Kristin Chanel'in və Christian Dior'un klassik modellərinə üstünlük verirdi. Halbuki aktrisa həmkarlarının əksəriyyəti klassik geyimlərdən daha çox eksotik paltarları seçirdi. Bəlkə də nəsil nəcabətindən aristokratlar çox olduğundan, ulu babası ilə ötən əsrin əvvəllərində İsveç kralı 2. Oskarın sarayında hersoq və nazir olduğu üçün o fərqli idi.
Onun anadan gəlmə kübarlığını və təbii ölçü duyğusunu ifşa etdiyi rolları şərh edən bütün kino tənqidçiləri qeyd edirdilər. 6-cı Qustav zamanında 1958-ci ildə ailənin böyük qızı dünyaya gələndə onun atası yüksək rütbəli məmur idi. Bacısı 3 ildən sonra həyata göz açmışdı və adını Agnesa qoymuşdular. 1966-cı ildə onların atası İsveçin Kanadadakı səfirliyinə, sonra ABŞ-a təyinat almış, daha sonra Birləşmiş Millətlər Təşkilatının katibliyində çalışmışdı. Qızlar Amerika məktəblərində oxumuş, ingilis dili hər ikisi üçün İsveç dili kimi doğmalaşmışdı. Kristin kinoya çox erkən 18 yaşında olarkən çəkilmişdi. Kinodakı aşkar uğurlarına baxmayaraq dərslərini New Yorkda və Londonda səylə oxumuşdu. Teatrda işləmiş, seriallara çəkilmişdi. Onun həyat yolu daimi nailiyyət və müvəffəqiyyətlərlə dolu olmuşdu. Drongo onun bütün foto şəkillərini diqqətlə öyrənərək son şəkillərdə həmişəkindən bir qədər dalğın, sonralar isə hətta hiss olunacaq dərəcədə çaşqın göründüyünə fikir verdi. Bu cür fenomenlər Drongonun maraqlandırmırdı. Ona görə də Kristinin saytında onun son işlərinə həsr olmuş bütün məqalələri nəzərdən keçirdi. Tənqidçilər hamısı onun öz rollarını çox gözəl oynadığını qeyd edirdilər. Ancaq saytda yalnız müsbət rəylərin yerləşdirilməsi də tamamilə mümkün idi. Xüsusilə mənfi olan rəylərə rast gəlmədi. O Simakova zəng vurdu. Səfərə getməyə razılıq verdiyini bildirdi. Bir gün ərzində bilet almaq və oteldə yer sifariş vermək üçün ona $20.000 qəbz göndərdilər. Bu səxavət və operativlik Drongonu bir qədər təəccübləndirdi. Aralarında multimilyonçuların və son dərəcə təminatlı insanların da olduğu qərb ulduzları pullarının qədrini bilən və boş yerə $1 da xərcləməyən adamlar idi. Demək olar ki, istinasız olaraq bütün qərb ulduzları hətta müftə mineral suyun itlərinin qırxılmasının ya da ağların yuyulmasının öz müqabillərinə salınmasından israr edən adamlar idi və bu cəhətləri də xüsusilə seçilirdilər. Ancaq Drongo sadəcə ekspert deyildi. O həm də qərbin rasionalizmindən bir qədər fərqlənən şərq ənənələri əsasında yetişmiş bir adam idi. Tanımadığı bir qadından pul alıb biletə və otelə sərf etmək onun üçün qeyri-məqbul bir şey idi. Elə ona görə də çeki saxlayıb bileti öz pulu ilə aldı. Los Angelesdə otellərin birində nömrəni də şəxsi hesabına sifariş verdi. Kristin Lindegren'in villası Santo Monica'da yerləşdiyi üçün nömrəni Kalmar otelində sifariş verdi. Bu kiçik mehmanxana daha çox ailə pansiyonuna bənzəyirdi. İçəridəki həyətində bağça ilə əhatə olunmuş hovuz vardı. 2 mərtəbədə qonaq və yataq otaqlarından başqa balaca mətbəxi olan nömrələr də vardı. New Yorkda ciddi immiqrasiya nəzarətindən keçməli oldu. Hətta barmaq izlərini də yoxladılar. O, bu proseduru alçaldıcı hesab etmirdi. Amerikalıların öz ölkələrinin təhlükəsizliyi üçün narahat olmalarını başa düşürdü. Ancaq onunla bərabər başqa ölkələrdən gəlmiş qonaqlar ucadan etiraz edirdilər. Almaniya vətəndaşlarını və Amerikalıların özlərini ölkəyə bu proseduru keçmədən buraxırdılar və bu da ümumi narazılığı daha da artırırdı. Hava limanında Los Angeles reysinin miniyini başlaması elan olunana qədər 3 saata yaxın gözlədi. Bu dəfə 1-ci dərəcəli salon ağzınacan doluydu. Qərb sahillərinə uçanların çoxu isə hətta bir-birini tanıyırdı. Bunu onların bir-birinə atdığı şən replikalardan başa düşmək olurdu. Belə bir nəhəng ölkədə gör nə qədər adam bir-birini tanıyır. Drongo düşündü. Hətta 1-ci dərəcənin sərnişinləri o qədər də böyük olmayan müəyyən sosial qrupa aiddirlər. Bəlkə buna görə də bir-birləri ilə tanışdırlar. Ya da hətta bundan da artıqdırlar. Dünyada 5 milyarddan artıq insan yaşayır. Bir-birini üzdən tanıyan və müəyyən insan qrupuna aid əsl 1-ci dərəcəli sərnişinlərin sayı isə çox azdır. 50-60 min nəfər. Bu çox varlı adamların daimi əyləncəsidir. Hətta 300 min adi varlı avara da onların ətrafında fırlanır. 1-ci kateqoriya məşhur biznesmenlər, aktyorlar, idmançılar, kral ailələrinin üzvləri daxildir və onların hərəkətlərini minlərlə jurnalist izləyir. 2-ci kateqoriyaya tanınmış
Rəssamlardan, modelyerlərdən, rejissorlardan, keçmiş və indiki siyasi xadimlərdən, onların ailə üzvlərindən məşhur playboylardan və top modellərdən ibarətdir. Bu qrupları demək olar ki, hamı bir-birini tanıyır. Bu yaşamağı, həyatdan zövq almağı bacaran çox varlı adamların xüsusi təbəqəsidir. Amerika təyyarələrində eyni zamanda Amerikaya uçan digər şirkətlərə məxsus laynerlərdə siqaret çəkməyin qəti qadağan olması uçuşun ən xoşagələn cəhətlərindən biridir. Heç vaxt siqaret çəkməyən Drongo təyyarələrin salonunu dolduran siqaret tüstüsünə çətinliklə dözürdü. Təyyarə Los Ancelesə axşam saat 5-də indi. Daxili reyslərdə immiqrasiya və gömrük yoxlamaları olmur. Elə buna görə də o çamadanını tez alıb taksi tutdu və nömrə sifariş verdiyi otelə getdi. Duş qəbul etməmişdən qabaq Moskvada Nikita Simakovun ona verdiyi nömrəyə zəng vurdu. Ona avtocavab xidməti cavab verdi. Drongo otelin ünvanını telefon nömrəsinə deyib gəldiyini xəbər verdi. Sonra dəstəyi yerinə qoyub vanna otağına keçdi. Şam etmək üçün paltarını dəyişib oteldən çıxmaq istəyəndə axşam saat 9 idi. Açarları girişdə oturan portreyə verdi. Harada şam edə biləcəyini soruşdu. Sahilə tərəf gedin, 60 yaşlarında olan portiye məsləhət gördü. Ancaq piyada getməsəniz yaxşıdır. Burada günün bu vaxtında heç kəs piyada gəzmir. Siz şam yeməyinizi nömrənizə də sifariş verə bilərsiniz. Mən biraz gəzmək istəyirəm, Drongo cavab verdi. Məgər sahil uzaqdadır? O qədər də yox, 10 dəqiqəlik yoldur. Ancaq istəsəniz, mən sizə maşın verərəm. Yox, Drongo gülümsədi, lazım deyil. O bu şəhərdə demək olar ki, heç kəsin piyada gəzmədiyini yaxşı bilirdi. Ancaq restoranlar çox yaxında idi. Bunu Mələklər şəhərində bundan əvvəlki yarışından bilirdi. Burada cəmi 3-4 küçə aralı idi. Sənədlərini və kredit kartlarını oteldə qoydu. Özü ilə təxminən $150 götürdü. Pulları bölüb pəncənin iki cibinə qoydu. Yadında idi 1992-ci ilin yayında burada qaradərlilərin talanları dalğası olmuşdu. O zamanlar ağlar bəzi məhəllələrə girməyə qorxurdular. Drongo oteldən çıxıb sahilə tərəf getdi. Oteldən azca aralanmışdı ki, arxasında nəsə hənirti hiss etdi. Dönüb baxdı, deyəsən tünd göy rəngdə Chevrolet yerindən tərpəndi. Yəni onu güdürdülər. Bu şəhərdə hökmə lazımdır. Küçənin başına çatıb sola buruldu və ehtiyatla ətrafa boylandı. Chevrolet ağır-ağır onun ardınca gəlirdi. Artıq heç bir şübhə yox idi. Bu avtomobil məhz onu güdürdü. Deyəsən portiyədən maşını götürmədiyinə görə peşman olacaqdı. Əgər onu soymaq istəyirlərsə, bura ən əlverişli yer idi. Yetərincə qaranlıqdır, ətrafda da kimsə yoxdur. Sakitcə yoluna davam etdi. Chevrolet tində dayandı. Ola bilər ki, soyğunçular bu tiplə nə edəcəklərinə qərar verirdilər. Küçə quldurları adətən ona hücum çəkməyə qorxurdular, çünki qanun təmsilçisi olduğunu dəqiq müəyyənləşdirə bilirdilər. Xarici görünüşü də onları müəyyən qədər çəkindirirdi. Onun boyu 1,87 m, kürəkləri enli, əlləri iri və möhkəm, çəkisi 95 kiloqrama yaxın. Belə bir tipə hücum etməyə hər qarətçi risk etməzdi, hətta gecə də. O gülümsədi. Bir dəfə o, Amerikada böyük Miura ilə dalaşmış və bir neçə saniyə tab gətirmişdi. Əlbəttə, onun heç bir şansı yox idi, ancaq bu bir neçə saniyəni belə dözməyinə görə fəxr edirdi. Bu lap çoxdan olmuşdu. Bəzən ona elə gəlir ki, bu hadisە keçmiş həyatından hələ Sovet İttifaqı və tamamilə başqa koordinasiya sistemi mövcud ikən olub. O geriyə boylandı. Chevrolet astaca yerindən tərpəndi. Yəni onlar ona Los Angeles gecələrində əyləncə axtaran adi avara bir turistə oxşadıblar. Onları axmaq hesab etmək lazımdır. Onlar işin nə yerdə olduğunu bilmirlər. Bu naməlum qonaq gecə oteldən tək çıxıb və sakitcə sahilə sarı gedir. Bəlkə də o polisdir və bu hərəkətin arxasında fərsiz soyğunçuları asan yolla tutan adi polis tələsi dayanır. Drongo küçəni keçdi. O Chevroletin sürət yığdığını görüb addımlarını yavaşıtdı. Qoy görsünlər ki, onlardan qorxmur. Maşın gəlib onun bərabərinə çatdı. Deyəsən, ən maraqlısı indi olacaqdı. Bəs niyə onlar onu güdmək üçün otelin yanına keşik çəkiblər? Axı, Kalmarın kameraları onları qeydə ala bilərdi. O dayanıb maşının salonuna baxdı və gülümsədi. Qorxuların əsassız olması həmişə xoşdur. Dükan arxasında 30 yaşlarında Afro-Amerikalı bir qadın oturmuşdu. Qadın Drongoya gülümsədi. Ağzı qulaqlarının dibinə getdi. Zahiri görkəmindən hansı peşə sahibi olduğu dərhal bilinirdi. Cənab əylənmək istəmir, qadın maraqlandı.
Nə səfeh vəziyyət yarandı. Dronqo çarıxmış halda düşündü. Gecə vaxtı otelin yanında kim növbə çəkə bilər? Əlbəttə fahişə. O isə ona quldur hesab etmişdi. Sağ olun, o yüngülcə təzim etdi. Avtomobilin salonundan başqa heç kəs yox idi. O yəqin ki, oteldən çıxan tək kişini görüb demək olar ki, ideal müştəri hesab etmişdi. Pulun yoxdur? Qadın gülümsədi. Səni güzəşt edə bilərəm. Var, ancaq çox deyil, Dronqo cavab verdi. Sadəcə bu gün formada deyiləm. Min maşına, qadın davam etdi. Məncə razılaşaraq, mən çox şey bacarıram. Şübhə etmirəm, Dronqo əllərini yanaşdı. Yaxşısı budur, gələn dəfəyə saxlayaq. Belə yaxşı olar. Bu gün mənim doğum günümdür, qadın dedi. Ona görə də pulsuz xidmət göstərirəm. Kişiləri seçib özümə hədiyyə edirəm. Sən xoşuma gəlirsən, otur maşına. Son sözlər onun ehtiyatlandırdı. Qadın onu istənilən üsulla aldadıb avtomobilə mindirmək istəyir. O salona bir də baxdı. Orada heç kəs yox idi. Görürsən, niyə belə israr edir? Müştərilərə ya da özünə hədiyyə edən romantik fahişə? Yox, Amerikada nə romantika, nə də altruistlər olmuş. Hətta fahişlər arasında da. Mən istəmirəm, Dronqo dedi. Ümidlərini doğrultmadığım üçün bağışla. O yoluna davam etdi. Maşın asta-asta onun ardınca gəlirdi. Sən kişisən ya yox? Qadın isə soruşdu. Sənə başqa şey lazımdırsa, onu da təşkil edə bilərəm. Mənim yaxşı tanışım var, o geydir. Bəlkə səni qızlar qrupuna maraqlandırır. Bunu da təşkil edə bilərəm. Deyəsən bu qadın onu istənilən yolla tovlayıb maşına mindirmək istəyir. Dronqo gülümsədi. Qadın nə qədər çox əsəbləşirdisə, Dronqonun onun maşından oturmayacağı daha çox aydın olurdu. Ancaq qadın gözəl idi. 10 il qabaq onlar belə bir gözəli Vaşinqtondakı Kokoloko adlı Braziliya restoranında görmüşdülər. Onda məktəb yoldaşı İrşad Kasirovla nahar edirdilər. İrşad diplomat idi. Restoranda öz gözəlliyi və biçimli bədəni ilə bütün müştəriləri heyran edən Afro-Amerikalı qızla tanış olmuşdu. Ancaq diplomat möhkəm dayanmışdı. Qız İrşadla açıq-aşkar oynayırdı. O daha iki rəfiqəsi küçədə gözləyən qadının həddən artıq inadkarlıq göstərməsindən qorxmuşdu. O zaman qadına rədd cavabı verdilər. Bir neçə ildən sonra Kasirov onda çox axmaq hərəkət etdiklərini boynuna aldı. Mən şam etmək istəyirəm, Dronqo ona dedi. Və çox yorulmuşam, ona görə də bu gün görüşə bilmərik. Gəl başqa vaxta saxlayaq. Onda telefon nömrəsini götür. O kartını çıxararaq dedi. Bəlkə sabah sən vurarsan. Ağ kişilər mənim xoşuma gəlir. Sənin kimilər? Sən İtalyansan? Yox, ancaq bu vacib deyil. Dronqo ehtiyatla əyilib kartı aldı. Biraz gülməli ad idi. Matilda. Damda yaşayan Carlson haqqındakı məşhur cizgi filmində Freken Bokun pişiyinin adı da belə idi. Nəyə gülürsən? Qadın soruşdu. Gözəl addır. O gülməyini zorla saxladı. Mənə zəng vur və gecələr şəhərə tək çıxma. Bu təhlükəlidir. O vidalaşarkən məsləhət verdi. Amma sən yəqin ki, heç nədən qorxmursan. Axı polis işçisisən. Düz tapmışam. Tamamilə. Karta görə sağ ol. Bəlkə səni restorana qədər aparım. Burada lap yaxındadır. Niyə piyada gedirsən? Otur maşına aparım. Mən piyada gəzməyə xoşlayıram. Yaxşı, mən hər şey başa düşdüm. Görünür bu gün mənim günüm deyil. Görüşənədək. O axır ki, sürüb uzaqlaşdı. Dronqo karta bir daha baxdı. Maraqlıdır. Görəsən o niyə otelin qarşısında keşik çəkirdi və onu niyə belə israrla maşına mindirməyə çalışırdı? Kartı oteldən portiyə göstərmək lazımdır. O mehmanxananın yaxınlığında işləyən bütün fahişələri tanımalıdır. Dronqo addımlarını yeyinlətdi. Restoranlar qonşuluqdakı küçədə yerləşirdi. Orada artıq musiqi sədalası və səs-küy gəlirdi. O ətrafa baxdı. Küçədə başqa heç kəs yox idi. Onun görünür axır ki, rahat buraxmışdılar. Otelə taksi ilə qayıdırdı. Ofisantdan ona maşın sifarişi verməsini xahiş etmişdi. Açarları götürəndən tanış partiya ona baxdı. Restoran tapdınız? Əlbəttə, Dronqo kartı ona göstərdi. Bu qadını tanıyırsınız? Bunu mənə o verdi. Portiye kartı alıb ada telefon nömrəsinə baxdı. Qaşqabağını töküb kartı qonağa qaytardı. Tanımıram. O başını buladı. Siz ona yəqin restoranda rast gəlmisiniz. Yox, o öz Chevroletində sizin otelin yanında keşik çəkirdi. Qəribədir, Portiye dedi. Burada adətən heç kəs olmur. Bizim otel ailəvi tiplidir. Bura adətən ailə ilə gəlir və fahişələr burada növbə çəkmir. Bunun üçün Beverly Hills'in otelləri var. Göy Chevrolet də heç vaxt otelinizin yanında dayanmır. Dronqo maşının nömrəsini dedi. Heç vaxt, Portiye cavab verdi. O maşın və o qadın heç vaxt burada olmayıblar.
Təşəkkür edirəm. Dronqo kartı alıb otağına qalxdı. Kartı stolun üstünə qoydu. Bir daha ada və telefon nömrəsinə baxdı. Bunun sırf təsadüf olması tamamilə mümkündür. Buna baxmayaraq, hər halda onu gözləyə də bilərdilər. Amma istənilən yolla maşına oturtmaq istəyirdilər. Bəs hansı məqsədlə? Bax, bunu öyrənmək lazımdır. O, bu fikirlə yuxuya getdi. 3-cü fəsil. Səhər həmişəkindən tez oyandı. Vaxt fərqi özünü göstərirdi. Birləşmiş Ştatlara gələn insanlar adətən səhər erkən saat 5-də ya da 6-da oyanır. Bundan sonra yata bilmirlər. O tezdən 6-da oyanıb duş qəbul etdi. Səhər yeməyindən sonra çimərliyə qədər piyada gedərək biraz gəzişdi. Gün işığında hər şey başqa cür. Qat-qat yaxın və rahat görünürdü. Dronqo öz otağına saat 9-a qalmış qayıtdı. Saat təxminən 10-da telefon zəng çaldı. Salam, o tanımadığı bir kişinin səsini eşitdi. Sizinlə danışan Mrs. Lindegren'in şəxsi katibi Daniel Barnarddır. Sizə cənab Dronqo kimi müraciət edə bilərəmmi? Bəli, məni adətən elə bu cürdə çağırırlar. Katib səsindən o qədər də cavan adama oxşamırdı. Yeriniz necədir? Barnard maraqlandı. Çox gözəldir, hər şey qaydasındadır. Onda sizin ardınızca maşın göndəririk. Düz 40 dəqiqədən sonra otelinizə qarşısında olacaq. Qara limuzindir. Sürücə tapşırıq verilib. Mrs. Lindegren sizi düz saat 11:30-da qəbul edəcək. Hər hansı arzunuz ya da xahişiniz varmı? Təşəkkür edirəm, yoxdur. Görüşənədək. Dronqo dəstəyi yerinə qoydu və ilk ağlına gələn o oldu ki, paltar çamadanını götürməkdə düzgün iş görüb. Adətən özü ilə götürdüyü daimi əşyalar arasında ehtiyat, alt paltarları, təzə köynəklər, qalstuklar, burun dəsmalları, 2-3 kostyum və mütləq elektrik çaydanı ilə iri fincan olurdu. Demək olar ki, heç vaxt qəhvə içmir, yaxşı çay olmadan isə gecədən işləyə bilmirdi. Ona lazım olan bütün informasiyanın olduğu notebookunu evdə qoymuşdu. Hər hansı virus düşməməsi üçün onu heç vaxt internetə qoşmurdu. İnternetə girdiyi digər notebook isə daim özü ilə gəzdirirdi. O, boz kostyumunu və açıq mavi köynəyini geyib, onlara uyğun qalstuk və cib dəsmalı seçdi. Əvvəllər Valentino və Saint Laurent firmalarının kostyumlarını xoşlayırdı. Ancaq son illər böyük fransız modelyerlərinin kostyumlarının keyfiyyəti bir qədər aşağı düşmüşdü. O, öz markasını satandan sonra satışda qolları əcaib şəkildə kəsik köynəklər və o qədər də keyfiyyətli olmayan kostyumlar peyda olmuşdu. Elə buna görə də Dronqo Brioni firmasının modellərinə keçmiş, hətta Alman firması Bostan bir neçə yaxşı kostyum sifariş vermişdi. Zaponkalarını bağlayarkən düşündü ki, ayaqqabılarını və kəmərlərini artıq bir neçə ildir ki, dəyişmir. Balli firmasının keyfiyyətli 15 il idi, dəyişməz olaraq qalırdı. Bu PR ya da gizli reklam deyildi. O həqiqətən də bu firmanın ayaqqabılarını geyinməyi xoşlayır, onu digərlərindən üstün tuturdu. Eyni şəkildə uzun illər qabaq Ferengeyrin ətirlərini seçmişdi. O vaxtdan aralarında Hermes və Armani'nin olduğu çoxlu yaxşı ətirlər peyda olmuşdu. Ancaq Ferengeyri ilk məhəbbəti kimi tərk etməmişdi. 30 dəqiqədən sonra o artıq aktrisa ilə görüşə hazır idi. Aşağı düşüb küçəyə çıxdı. Oktyabrın sonu olsa da temperatur 28 dərəcədən az değildi. Əla havadır. Dronqo düşündü. Onun Bakıda adi hesab olunan 40 dərəcə istiyə də yaxşı dözümü vardı. Ancaq temperaturun sıfırdan bir neçə dərəcə də olsa aşağı düşdüyü soyuqları xoşlamırdı. Qışda Moskvada soyuq olanda o ya Bakıya ya da Romaya gedirdi. Güclü şaxtalar onu məhv edir, pis təsir göstərirdi. Günəşsiz hava isə ümumiyyətlə dözülməz idi. O 6 ay qütb gecələrinin hökm sürdüyü şimaldakı həyatı çox çətinliklə təsəvvür edirdi. Limuzin təyin olunan vaxtdan bir neçə dəqiqə qabaq gəldi. Maşından yaşlı bir Afro-Amerikalı düşdü və furaşkasını çıxarıb qapını açdı. Dronqo ona başı ilə salam verib arxa oturacaqda əyləşdi. Maşın astaca tərpəndi.
Salonda içində şampan şərabı, sərinləşdirici içkilər və konyak olan bar vardı. Küncə balaca bir televizor qoyulmuşdu. Ən başlıcası isə o ayaqlarını uzada bilərdi və belə də etdi. Zəncilərə niyə Afro-Amerikalı deyirlər? O neçənci dəfə düşündü. İngilis dilindəki nigger sözü qaradərili kölələrə qarşı alçaldıcı, təhqiramiz münasibəti ifadə edir. Rus dilində isə bu söz sadəcə qara irqə mənsubluğu bildirir. Ancaq siyasi tərbiyə öz işini görüb. Afro-Amerikalı sözü əcdadlarının bir neçə nəsli bu ölkədə yaşamış köklü Amerikalıların xətrinə niyə dəymir? Görünür, Amerikalılar özləri də bu tipli lingvistik incəliklərdən çətinliklə baş çıxarırlar. Onlar xeyli yol getdilər. Təxminən 15 dəqiqə. Maşın axır ki, avtomatik şəkildə açılmağa başlayan darvazanın qarşısına dayandı. Limuzin içəri keçib bir dəqiqədən sonra ampir üslubunda olan 2 mərtəbəli qəşəng evin qarşısında dayandı. Drongo sürücünün maşından düşüb onun qapısını açmasını gözlədi. Bu dəqiqədən etibarən onu izləyəcəklərini bilirdi. Ona görə də tələsmirdi. Avtomobilin salonundan çıxan kimi binanın fasadına quraşdırılmış və bütün gələnləri qeydə alan 2 kamera gördü. Evin girişində onu 65 yaşlarında bir kişi gözləyirdi. Orta boylu, çalsaç, üzündə dərin qırışları, diqqətli, boz gözləri, şəxsi katiblər üçün xarakterik sayılmayan sərt sifəti olan bir adam idi. O, tünd göy rəngdə kostyum, ağ göynək geyinmiş, ciddi bozumtul göy qalstuk taxmışdı. Onun obrazını dəbi uyğun sağanağı olan eynək tamamlayırdı. O, qonağı görüb əl uzatdı və Amerikalı prodüserlərin daimi adi təbəssümü ilə gülümsədi. Salam, hər vaxtınız xeyir, cənab Drongo. Mən Mrs. Kristin Lindegren'in katibi Daniel Barnardam. Biz sizi gözləyirdik. Necə gəldiniz? Salam, əla gəldim. Bu limuzində hətta bir müddət yaşamaq da olar. Drongo evə daxil olarkən zarafat etdi. Birinci mərtəbədə açıq rəngli divanların, kresloların olduğu dəbdəbəli hol yerləşirdi. Pəncərələri mebelə uyğun pərdələr bəzəyirdi. Hər tərəfə təbii güllər düzülmüşdü. Barnard qonağa yer göstərib ondan nə içəcəyini soruşdu. Qazsız mineral su, qonaq xahiş etdi. Alkoqollu içki içmək üçün hələ tez idi. Həm də çox içməyi xoşlamırdı. Barnard qapıda dayanmış qıza baxdı. Bir neçə saniyədən sonra şüşələrdə fransız mineral suyu Vitter gətirdilər. Qız uzunsov stəkanlara su töküb tezlə getdi. Barnard stəkanlardan birini götürüb başına çəkdi. Mrs. Lindegren 4 dəqiqədən sonra olacaq. O nəzakətlə xəbər verdi. O həmişə düz təyin olunmuş vaxta gəlir və heç vaxt gecikmir. Təqdirə layiq keyfiyyətdir. Drongo mızıldandı. Onunla çoxdan işləyirsiniz? 20 il olar. Barnard fəxrlə cavab verdi. Biz 1986-cı ildə birlikdə işə başlamışıq. Uzun müddətdir. Drongo başını tərpətdi. Yəqin ki, siz Mrs. Lindegren'in zəif və güclü cəhətlərini bilirsiniz. Məncə o yad adamlara zəif cəhətlərini görməyə imkan vermir. Barnard ciddi tərzdə dedi. Bizim münasibətlərimizə gəldikdə isə onlar tam etibar və qarşılıqlı hörmət üzərində qurulub. Şübhə etmirəm. Drongo yenə başını tərpətdi. Yaxşı, bəs məni nə üçün dəvət etmisiniz? Bunu sizə Mrs. Lindegren özü deyəcək. Ona necə müraciət etməliyəm? Kino aləmində onu Mrs. Lindegren kimi tanıyırlar. Ancaq ərinin soyadı səhv etmirəmsə Sinyor Monicelli'dir. O soyadını dəyişməyib. Barnard səsini azca qaldırdı. Azca, sadəcə yarım ton. Lakin belə təmkinli adam üçün bu qışqırmağa bərabər idi. Onda sadəcə Kristin. Siz demək olar ki, yaşıdsınız. Siz 1959-cu ilin aprelindən deyilsiniz. İnformasiyanız səhihdir. Əgər uşaqlıqda hansı xəstəlikləri keçirdiyimi desəniz, buna da təəccüblənmərəm. Barnard gülümsədi. Qonağın atmazası onun xoşuna gəlmişdi. Aktrisanın yaşını adətən gizlədirlər, o dedi və bu haqda danışmırlar, ancaq Kristin heç nəyi gizlətmir. O öz yaşından qat-qat gənc görünür. O 1958-ci ilin noyabrında doğulub. Bu informasiya saytlarda da var. Mən onun tərcümə halı ilə tanış olmuşam.
Drongo dedi. Orada onun 6 dil bildiyi yazılıb. İngilis dili ilə İsveç dili aydındır. Bəs qalanları hansılardır? Fransız, Alman, Holland, İtalyan. O çox istedadlı qadındır. Fransız filmində fransızca danışıb. Almanlar deyir, onların dilində demək olar ki, qüsursuz danışır. Aydındır ki, katib öz sahibi haqqında belə həvəslə ağzı dolusu danışmaqdan xoşlanırdı. İti addım səsləri eşidildi. Kişilər ayağa qalxdılar. Kristin Lindegren hola daxil oldu. Həyatda o ton verilmiş fotokadrdan bir qədər yaşlı görünürdü. Üzünün cizgiləri daha kəskin, gözləri daha sirayət edici və diqqətli idi. Açıq çəhrayı rəngdə şalvarı kostyum geymiş çevik, enerjili diribaş, zərif bir qadın idi. Drongo onun kostyumunun rəngindən və biçimindən Şanerdən olduğunu dərhal bildi. Saçları da qəşəng yığılmışdı. Lindegrenin qonağa yaxınlaşaraq onun əlini sıxdı. Ətirinin qoxusunu hiss etdi. Kostyumunun qüsursuz tikilişini, düzgün seçilmiş qalstukunu, hətta yaxşı təmizlənmiş çəkmələrini dərhal dəyərləndirdi. Divanda əyləşərək kişiləri də oturmağa dəvət etdi və əl hərəkəti ilə qulluqçuya heç nə içməyəcəyini bildirdi. Cənab Drongo, Los Angelesə bizim dəvətimizlə gəlib, Barnard rəsmi şəkildə elan etdi. Çox şadam. Onun gözləri həqiqətən gözəldir. Drongo düşündü. Gəncliyində yəqin ki, parlaq göy rəngdə olub. Niyə gəncliyində onun kimi 48 yaşı var? Bu yaşdakı insanlar haqqında bu cür düşünmək axmaqlıqdır. Sizi bura belə qeyri-adi şəkildə çağırdığım üçün bağışlayın. Kristin Lindegren dərhal sözə başladı. Mən telefonlara və internetə o qədər etibar etmirəm. Qarşınızdakının məhz kim olduğunu təyin etmək çox çətindir. İnsan haqqında düzgün təsəvvürə malik olmaq üçün gərək onu şəxsən görüb danışasan. Məgər sizə mənim şəhərin istənilən otelində nömrə götürməyə hazır olduğumu söyləməyiblər? Niyə məhz Kalmarı seçmisiniz? Mənə belə rahatdır, Drongo cavab verdi. Ora sahilə yaxındır və mən bir dəfə orada qalmışam. Əgər xoşunuza gəlirsə deməli bu sizin seçiminizdir. O başını razılıqla tərpətdi. Gəldiyiniz üçün təşəkkür edirəm. Bu sahədə ən yaxşı mütəxəssisi tapmağa çalışdığımı gizlətmirəm. Mənə dedilər ki, dünyada sizə bərabər cəmi bir neçə adam qalıb. Ancaq dəvət etmək istədiyim Amerikalı Nicholas Wolf evdən çıxmağı, xüsusilə də harasa getməyi xoşlamır. Qalırdı Avropada yaşayan 4 nəfər. Cənab Dole mənə razılıq vermədi. Həm də onun artıq yetərincə yaşlandığını öyrəndim. Siz o 4 nəfərin arasında ən cavanısınız. Həm də deyilənə görə ən perspektivlisiniz. Bundan başqa mənim keçmiş Sovet İttifaqından mütəxəssis çağırmaq üçün xüsusi əsaslarım var. Əgər hər şey yolunda getsə, qərarımın səbəblərini sizə sonra izah edəcəyəm. Ona görə də mən yaxın dostum Nikita Simakova zəng vurub ondan kömək istədim. Sizi əlavə xərclərlə çətinə salmamaq üçün çek də göndərdim. Mən də belə düşündüm, Drongo başını tərpətdi və anladım ki, sizə lazım olan eksperti yalnız onunla şəxsən söhbət edəndən sonra seçmək istəyirsiniz. Aydındır ki, bununla çağırdığınız mütəxəssisin peşkarlıq baxımından yararlılığını yoxlamaq istəyirsiniz. Barnard kreslosunda qurcuqdu. Qonağın bu cür üzvlük etməsi onun o qədər də xoşuna gəlmədi. Bəli, qadın razılaşdı. Məhz belədir. Mən ancaq sizinlə şəxsən söhbət edəndən sonra qərar verə bilərəm. O öz katibinə baxdı. Katib bu baxışlarını, mənasını anlayıb ağır-ağır ayağa qalxdı. Sizi yuxarıda kabinetdə gözləyəcəyəm, Barnard dedi. Görüşənədək, cənab Drongo. Barnard cəld çıxdı. Qadın onun uzun-uzadı baxışları ilə yola saldı. Sonra üzünü Drongoya tutdu. Mənə sizin uzun illərdir xüsusi ekspert kimi çalışdığınızı söyləyiblər, Kristin dedi. Uğursuzluqlarınız çox olub, yoxsa fəaliyyətinizdə onlar istisnadır? İstisna deyil, uğursuzluqlar olub, Drongo etiraf etdi. Ancaq arzu olunmaz nəticənin niyə və necə ortaya çıxdığını müəyyənləşdirmək üçün hər dəfə onların səbəblərini təhlil edirəm. Mənim qüsurlarım var və bəzi komplekslərdən də xali deyiləm. Uğursuzluqlar da bəlkə elə onlardan törəyir. Ancaq uğurlarım uğursuzluqlarımdan ölçüyə gəlməz dərəcədə çoxdur. Bu barədə eşitmişəm, cənab Drongo. Mən sizə qeyri-adi bir iş təklif etmək istəyirəm. Həqiqət ki, cənab Simakov sizə qonorar olaraq $200,000 ödəməyə hazır olduğumu deyib.
Hər şeyə puldan başlamaq Amerikalıların xoşagəlməz xüsusiyyətlərindəndir. Drongo dilini dinc qoymadı. Ancaq bizdə belə qəbul olunub, qadın etiraz etdi. Həm də siz hələ məni nə üçün dəvət etdiyinizi söyləməmisiniz. Mənə elə gəldi ki, özünüz başa düşürsünüz. Məhz peşəkar ekspert kimi. Məsələ burasındadır ki, son vaxtlar məni təhdid etməyə başlayıblar. Mən öz ünvanıma hədə dolu ilə 2 məktub almışam. Razılaşın ki, bu xoşagəlməz bir şeydir. Siz polisə müraciət etmisiniz? Yox, təbii ki, yox. Mən öz şəxsi həyatımdan eksentrik şou düzəldə bilmərəm. Paparistlər mənim villamın ətrafından onsuz da gecə gündüz əl çəkmirlər. O məktubları saxlayırsınız? Yox, mən onları məhv etmişəm, ancaq hədələr tamamilə konkret idi. Siz məni şəxsi cangüdən kimi dəvət etmisiniz? Amma mən bu rola qətiyyən uyğun deyiləm. Hərçənd sizin kimi gözəl bir xanımı məmnuniyyətlə qoruyardım. Qadın gülümsəyərək başını razılıqla tərpətdi. Siz qadınlara kompliment etməyi bacarırsınız. Mən qadın gözəlliyinə heyran olmağı bacarıram. Gözəl qadın olduğunuzu məgər sizə söyləməyiblər? Yoxsa siz bunu ancaq məndən eşidirsiniz? Bəzən deyirlər, Mrs. Lindegren Drongoya baxdı. Ancaq siz məni deyəsən tamamilə yanlış anladınız. Mənə cangüdən lazım deyil. Cangüdənim var. Mənə bir neçə gündən sonra tətilə yollanacağımız Barbadosda ailəmin təhlükəsizliyini təmin edəcək təhlükəsizlik məsələləri üzrə ekspert lazımdır. Həmin müddət ərzində siz də hələ 7 il qabaq aldığım villada bizimlə birlikdə yaşamalı olacaqsınız. Siz təhlükənin niyə məhz Barbadosda real olduğunu düşünürsünüz? Hər iki məktubu oradan göndəriblər. Onların üzərində poçt möhürü var. Mən bunu kimin və niyə etdiyini bilmirəm, ancaq risk etmək də istəmirəm. Mənə təcrübəli ekspert lazımdır. Əgər hər şey yaxşı olsa, siz pullarınızı alıb evinizə qayıdacaqsınız. Mənsə Barbadosdakı villanı satıb ya Fransadakı lacivərd sahillərə, ya da İspaniyadakı Costa del Luza gedərəm. Sizi cəmi 2 həftə ərzində mühafizə etmək üçün bu məbləğ çox deyil. Yox, mən orada tək olmayacağam. Biz ailəlicə oraya köçürük. Ərim, oğlum, kiçik bacım, onun dostu, cənab Bernard və daha bir neçə nəfər. Mən təkcə sizi qorumalıyam, yoxsa villadakıların hamısını? Siz mənim yaxınlarımdan hər hansı birinə qarşı ola biləcək istənilən təhlükəni istisna edən, bu ehtimalı sıfıra endirən təhlükəsizlik sistemi hazırlamalısınız. Cangüdəniniz də sizinlə gedir. Mənim 2 cangüdənim var, ancaq onlar mənimlə getməyəcəklər. Villada daha 6 mühafizəçi var. Məncə onların sizinlə birlikdə olması kifayətdir. Sizə qarşı təhlükənin məhz orada real olmasına niyə belə əminsiniz? Bilmirəm, bəlkə də intuisiyadır. Əgər belə bir intuisiyanız varsa, onda bəlkə Barbadosa səfərinizi ümumiyyətlə təxirə salasınız. Bu mümkün deyil. Mən orada canlı təbiətin mühafizəsinə həsr olunmuş sənədli filmin çəkilişlərində iştirak etməliyəm. Artıq müqavilə imzalanıb və onu ləğv etmək olmaz. Hələ bunun hər cür dedikoduya və şayələrə səbəb ola biləcəyini demirəm. Filmi başqa yerdə də çəkmək olar, Drongo etiraz etdi. Bu elə də prinsipial məsələ deyil. Əgər belə bir şey hiss etmisinizsə, məncə çəkilişlərin yerini dəyişmək və ümumiyyətlə Barbadosa getməmək olar. Belə daha asan və ucuz başa gələrdi. Qadın bu cavabdan tutulduğunu və təəssüfləndiyini gizlətmədən Drongoya baxıb qaşqabağını tökdü. Sonra qəfildən başını qaldırdı. Onda sizi narahat etdiyim üçün bağışlayın. Kristin aşkar narazılıqla qırıq-qırıq dedi. Hesab eləyək ki, mənim hesabıma sadəcə biraz gəzdiniz. Gəlib getdiniz. Qadın söhbətin başı çatdığını bildirmək üçün ayağa qalxdı. Drongo da qalxdı. Sağ olun. Qadın onu heç cür anlamaq istəməyən bu qəribə ekspertlə vidalaşaraq başını tərpətdi. Buyurun, çekinizi götürün. Drongo pəncəyinin qoltuq cibindəki çeki çıxarıb stolun üstünə qoydu. Görüşəndə onu sizə qaytarmağı qərar vermişdim. Kristin əvvəlcə çekə, sonrası Drongoya baxdı və dodağını dişlədi. Çekinizi götürün, Drongo dedi. Mən görmədiyim işə görə pul almıram. Qadın əlini uzadıb çeki götürdü və məbləğə baxdı. O əlbəttə məbləğdən hissə-hissə istifadə etməyin mümkün olmadığını bilirdi. Ancaq ekspertin bu hərəkəti gözlənilməz idi. Ona görə söhbət etdikləri müddətdə ilk dəfə özünü bir qədər itirdi. Siz bu cür məsələlərdə həmişə belə mədəni davranırsınız? Kristin ona baxıb hana soruşdu. Həmişə katibiniz deyəsən mənim
Bütün tərcümə halımı əzbər bilir. O sizə mənim Bakıda doğulub böyüdüyümü söyləyə bilərdi. Zəhmətlə qazanmadığım pulu almaq şərqdə rüsvayçılıq sayılır. Xüsusilə də tanımadığın qadından. Ona görə də çeki sizə qaytarıram. Ən azı 2 səbəbə görə. Bu daha düzgün olar. Hansı səbəblərdir onlar? İkincisi, özümü müstəqil hesab etməyim üçün pulu qəbul etsəm, sizi rədd cavabı verə bilmərəm. Bəs birincisi, mən sizin fotoşəkillərə baxıb gözəl qadın olduğunuzu gördüm. Sırf görüşə görə belə bir qadından pul almaq böyük ədəbsizlik olardı. Bu da komplimentdir, o təəccüblə soruşdu. Demək olar ki, Drongo başını tərpətdi. Dünyada sizdən avtoqraf almağı arzu edən nə qədər insan var? Hələ evinizdə olmaq istəyənləri demirəm. Hesab edək ki, məni inandırdınız. O qüsursuz dişlərini göstərərək gülümsədi. Siz yalnız bu 2 səbəbə görə mənim çəkimdən imtina edirsiniz. Mən isə onlara görə. Kristin yenə saatına baxdı və birdən qəhqəhə çəkdi. Etiraf edim ki, məni yaxşı mənə təəccübləndirdiniz, o dedi. Zəmanəmizdə bu cür insanların yaşadığını düşünmürdüm. Hesab edək ki, bu çek sizə avans olaraq verilib. Əgər razılaşsaq, mən onu daha böyük məbləğdə olan başqası ilə dəyişərəm. Ona görə də qəbul etməyinizi xahiş edirəm. Bunun üçün əvvəlcə razılığa gəlməliyik, Drongo xatırlatdı. Əyləşin, deyə qadın yenidən divanda oturdu. Drongo da öz kreslosunda əyləşdi. Əgər siz daim bu cür özünüzdən çıxsanız, heç nə alınmayacaq, Drongo həlim səslə dedi. Sizin ekspertiniz olmağa razılıq versəm, gərək hərdən bir mənə qulaq asasınız. Qadın onun gözlərinə baxdı. Drongo onun xoşuna gəlmişdi. Ona görə də daha tərəddüd etmədən başını tərpətdi. Məncə biz birlikdə işləyəcəyik. Əgər lap əvvəldən bir-birimizə etibar etməsək, heç nə alınmayacaq. Drongo xəbərdarlıq etdi. Siz bunu anlamalısınız. Kristin diqqətlə ekspertə baxdı. Sanki ona etibar etməyin mümkün olub-olmadığına qərar vermək istəyirdi. Yaxşı, o dedi. Sizi dinləməyə hazıram. Mənim təklifimi qəbul etməyə hazırsınız? Drongo cavab vermədi. Sükut bir qədər ağır oldu və çox uzun çəkdi. Ancaq qadın səbirlə gözləyirdi. Onlar bir-birinin gözlərinə baxardılar. Hə, Drongo nəhayət ki dilləndi. Mən razıyam, ancaq suallarımın olacağını nəzərə alın. Şübhəsiz, Kristin dərhal razılaşdı. Onu gəlin sakitləşək və yenidən başlayaq, Drongo dedi. Gəlin həmin 2 məktubu yenidən xatırlayaq. 4-cü fəsil. Onlar 2 saat idi söhbət edirdilər. Kristinə bir neçə dəfə qəhvə, Drongo isə çay gətirdilər. Drongonu hər şey maraqlandırırdı. Adada onun yanında kimlər olacaq, villa necə qorunur, mühafizə sistemi nə dərəcədə etibarlıdır. Aydın oldu ki, adada Kristinin özündən başqa əri, yetkin oğlu, öz rəfiqəsi ilə, kiçik bacısı və onun dostu yaşayacaqlar. Bundan başqa Kristin şəxsi vizajisti, həkimi və katibi Barnard orada olacaq. Kristin özü ilə birlikdə 10 nəfər olacaqdılar. Üstəgəl artıq 7 ildir villada işləyən aşpaz qadın, təsərrüfat müdirəsi, bir-birini əvəz edən 3 mühafizəçi video müşahidə sisteminə nəzarət edirdilər. Daha 3 növbətçi mühafizəçi də daim villanın qapısında dayanırdılar. Beləcə villada sutkalıq müşahidə və mühafizə təşkil olunmuşdu. Filmin çəkilişləri villadan 70 kilometr aralıda Mərcan qayalıqları yaxınlığında xüsusi təchiz edilmiş meydançada olacaqdır. Onun yanında vertolyot meydancası yerləşirdi. Kristini və onun vizajistini ora sənədli filmə çəkən şirkətin əvvəlcədən kirayələdiyi xüsusi vertolyot aparacaqdı. İlk baxışda hər şey sanki xırdalığına qədər hesablanmışdı. Ancaq Kristin Barbadosda onu gözləyən təhlükə barədə xəbərdarlıq edən o 2 məktubu alandan sonra sakitləşə bilmirdi. O eləcə həyəcanlanmışdı ki, məktublar haqqında ərinə və yaxınlarına heç nə demədən onları yandırmışdı. Ancaq özünü təhlükədən qorumaq üçün təhlükəsizlik məsələləri üzrə peşəkar ekspert tapmağa qərar vermişdi. Drongo villanın daxili quruluş sisteminin ona verilməsini xahiş etdi. Mənə villada sizinlə birlikdə olacaq adamların hər biri haqqında ətraflı danışa bilərsinizmi? Drongo xahiş etdi. Əlbəttə, Kristin başını tərpətdi. Onların hər birini çoxdan tanıyıram. Kimdən başlayaq? Yəqin ki, sizin ərinizdən, Drongo dedi. Sonra növbə ilə davam edək. Yaxşı, Kristin razılaşdı. Antonia İtaliyanın ən məşhur restoranlarından biridir. Milanda, Romada, Florensiyada restoranları var. Bir də Nitsə və Cenevrədə.
Biz onunla çoxdan tanışıq, ancaq Los Angelesdə yeni restoranın açandan sonra daha da yaxınlaşdıq. Son bir neçə il o mənim dostum olub, ancaq evlənməyə 2 il əvvəl qərar verdik. Bu Antonio'nun ikinci nikahıdır. Mənim isə üçüncü. Onun birinci nikahından uşaqları var. Yox, o birinci arvadı ilə 8 il birlikdə yaşayıb, ancaq övladları olmayıb. Bəs arvadı indi hardadır? Bəzən atılmış qadınlar da belə məktublar yollaya bilirlər. Kristin açıq-aşkar nifrətlə gülümsədi və ehtiyatla dedi. Bunun belə olmadığı aydındır, cənab Drongo. Onun arvadı məşhur top modeldir. Veronika Stefanelli. Antonio onun üçüncü əri olub. İndi o 4-cü dəfə ərə gedib və mən biləni yetərincə xoşbəxtdir. Mənə qarşı heç bir antipatiyanın olmadığından şübhə etməyə bilərsiniz. Onlar Antonio ilə çoxdan ayrıldılar. Hələ biz tanış olmamış. Onda bu versiyanı istisna edək. Növbəti kimdir? Kiçik bacım Agnesa. Mehriban, həlim, xasiyyətli, gözəl insandır. Biz onunla çox mehribanıq. O öz sevgilisi ilə birlikdə olacaq. Dostu Ukraynalı iş adamıdır. O Yuri Gorlaç. İngiliscə pis danışmır. Biraz da Almanca bilir. Məncə Rusca da bilir. Deyilənə görə Ukraynalıların hamısı Rus dilini başa düşür. Hə, Drongo gülümsədi. Demək olar ki, hamısı. Bəs o nə işlə məşğuldur? O iş adamıdır. Dəri satışı firmasının sahibidir. Mənə elə gəlir ki, yetərincə uğur qazana bilib. Onlar çoxdan tanışdır? Yox, elə də çox deyil. İl yarım ya da bir qədər az. Ancaq məncə Agnesa ona kifayət qədər yaxşı münasibət bəsləyir. Bəs o? O da. Drongo sustu. Kristin qaşqabağını tökdü və daha sərt tonda davam etdi. Bir də mənim oğlum Yuhan və onun rəfiqəsi Alisa var. Onun seçimi mənim xoşuma gəlmir, ancaq bu onun seçimidir və mən onların münasibətinə dözümlü yanaşıram. Səbəbini öyrənə bilərəm. Bilirsiniz, mənə elə gəlir ki, Alisa Yuhan kimi bir adama yaraşmır. Oğlum çox impulsiv, hər şey asanlıqla alidə olan gəncdir. Onun yanında ağıllı və təmkinli bir qadın olmalıdır ki, həyatda addımlamaqda ona kömək etsin. Ancaq bu qız ondan da betərdir. Təsəvvür edirsiniz, 23 yaşı var. Artıq 2 dəfə boşanıb və 5 yaşlı oğlu var. Mənə elə gəlir ki, çox sürətli başlanğıc yaxşı heç nə vəd etmir. Ancaq deyəsən, Yuhan mənim fikrimlə razı deyil. Hər halda o, aktrisa olmağı arzulayan bir gənc qadından ötürü dəli divanədir. Yeri gəlmişkən onun heç bir göstəricisi yoxdur. Mənə inana bilərsiniz. Drongo bunun tipik ana ambisiyası olduğunu düşündü. 3-cü dəfə ərə gedənə qədər özünün də 2 uğursuz nikahının və oğlunun olduğunu Kristinə heç kəs xatırlatmır. Görünür, Kristin öz taleyini gəlini ola biləcək qadının taleyindən o dərəcə fərqli hesab edir ki, bu haqda düşünmək belə istəmir. Oğlunun seçimi ilə barışmaq istənilən anaya çətindir. Xüsusilə də əgər oğul taleyi asan olmayan gənc qadını seçirsə, ona elə gəlir ki, oğlu başqa birini uşaqsız və uğursuz nikahda olmayan qadını tapa bilərdi. Ancaq bunu Kristinə demək lazım deyildi. Həm də Alisa'dan fərqli olaraq o ərə gedəndə məşhur aktrisa idi, lakin Kristinin 23 yaşında necə olduğunu kim bilir? Yəqin ki, o bu haqda da düşünmürdü. Bəlkə də onun həyatı hələ qabaqdadır, Drongo ehtimal etdi. Ya da siz oğlunuzun seçiminə çox ciddi yanaşırsınız. Qadın qaşqabaqlı halda Drongoya baxdı. Cavab ona qədər də açmamışdı. Ancaq başa düşdü ki, xəfiyyə ona həmişə yalnız komplimentlər söyləməyəcək. Alisa Rusiyadandır. Kristin əlavə etdi. Onun soyadı Gindinadır. Almaniyaya 18 yaşında köçüb. Daha doğrusu valideynləri köçüblər. Deyəsən Saratov şəhərində, Rusiyada belə bir şəhər var? Var. O da dəqiq yadımdadır, Saratov. Onlar 6 aydan artıqdır ki, Yuhan'la görüşürlər. Harada tanış olublar? Burada, Los Angeles'da. 3 cütlük, Drongo yekun vurdu. Bir də sizi adətən müşahidə edən 3 nəfər. Həkim, vizajist və katib. Katibini artıq gördünüz. Onunla uzun illərdir birlikdə işləyirik. Məncə 20 ildən çox olar. Daniel hər şeyi anlayır və görür. Bəzən hətta lazım olduğundan da artıq, ancaq elə bir adamdır ki, onu dəyişməyə çətindir. Katib kimi əvəz olunmazdır. Hər halda, məni heç vaxt çıxılmaz vəziyyətdə qoymayıb. Katib üçün əvəz olunmaz keyfiyyətdir. Drongo razılaşdı. O evlidir. Yox, duldur. Onun arvadı 23 il qabaq ölüb. Ondan 2 qızı qalıb və onlar artıq yetkin qadınlardır. Mənə qədər General Motors'da maliyyə müşavir işləyib. Mən açıq şəkildə bildirdim ki,
Ona əvvəllər aldığı qədər məvacib verə bilməyəcəyəm, ancaq razılaşdı. O vaxtdan biz birlikdə işləyirik. Başa düşürəm. Bir də vizajist. Eduardo Lindsay çox gözəl və son dərəcə peşəkar bir vizajistdir. 4 il yarımdır ki, mənimlə işləyir. 34 yaşı var və olduqca tanınmış bir mütəxəssisdir. Mənə elə gəlir ki, onun uğurları haqda hələ çox eşidəcəyik. O, Spielberg'in bir neçə filmindən eyni anda məsləhətçi olub. O evlidir. Qadınlar onu az maraqlandırır. Kristin cavab verdi. Onun seksual orientasiyası başqadır. Aydındır. Hollywood həmişə olduğu kimi öz sifətini qoruyur. Belə şeylər sizə toxunur, yoxsa siz homofobsunuz? Nə bu, nə də o. Kimlə görüşmək, kimi sevmək, bunlar hər kəsin şəxsi işidir. Sadəcə əgər kişi model biznesində çalışırsa, show bizneslə məşğuldursa, məşhur vizajist yaxud bərbərdirsə, onun meyillərinin, o cümlədən seksual meyillərinin məhz bu cür olduğunu əminliklə söyləmək olar. Daha kim var? Həkimim Arvidas Morgunas. Drongo həmsöhbətinə bir qədər təəccüblü baxdı. Sizin ətrafınızda keçmiş Sovet İttifaqından çox adam var, o dedi. Belə alınıb, Kristin razılaşdı. Elə ona görə də mənə sizin kimi mütəxəssis lazımdır. Həm qərbli, həm də şərqli insanların mentalitetini bilən. Arvidasa gəldikdə isə o artıq 15 ildir ki, qərbdə yaşayır. O Kanadaya hələ 1991-ci ildə gəlib. Onun dayısı Montrealda yaşayırdı. Morgunas təcrübə keçən həkim cərrah idi və ixtisası üzrə işləmək üçün yenidən imtahan verməli olub. O, Vancouverdə və Seattle-da işləyib, 1999-cu ildə Los Angeles'e köçüb. 2 ildir ki, mənimlə işləyir. O, mənim pəhriz rejimlərimi hazırlayır. Çəkimə, sağlamlığıma, əhvalıma nəzarət edir. Bilmək istəyirsinizsə, o, həkimdən çox müəllimimdir. Adi müalicə həkimindən çox psixoterapevtdir. Neçə yaşı var? 52 yaşı. Ya da 51, hər halda yaşı 50-dən çoxdur. Bunu dəqiq bilmirəm. O evlidir. Hə, Montrealda köçəndən sonra evlənib. Onun çox gözəl arvadı var. Jacqueline Esti. Anası fransızdır. Onlar uzun illərdir evlidir. 2 uşaqları var. Adi sənədli filmdə çəkilmək üçün öz villasına uçmağa hazırlaşan bir aktrisa üçün 9 nəfər yetərincə böyük bir dəstədir. Drongo Dağnaldı dedi. Onların hər biri sizin Barbadosa uçacağınızı bilir. Hamısı bilir. Kristin təsdiq etdi. Ancaq mən onların heç birindən şübhələnməyə hazırlaşmıram. Bu böyük axmaqlıq olardı. Ətrafındakılar mənə yaxın adamlardır. Onları uzun illərdir tanıyıram. Bacım, oğlum, ərim. Onların yaxınları, həkimim, katibim, vizajistim. Onların hansından şübhələnə bilərəm? Əlbəttə heç birindən. Villanızın müfəssəl planını mənə nə vaxt verəcəksiniz? Bugün axşam onu sizə göndərərəm, Kristin dedi. Yaxşı, mən ora sizdən qabaq uçmalı olacağam. Gərək hər şeyi şəxsən yoxlayam. Bəs siz öz villanızda son dəfə nə vaxt olmusunuz? Kristin qəfildən diksindi. Görünür, bu sualı qətiyyən gözləmirdi. O Drongoya baxdı. Sanki onun nə soruşduğunu anlamırdı. Mən orada təxminən 10 ay qabaq olmuşam. Kristin bir qədər tərəddüdlə dedi. Tək? Siz hesab edirsiniz ki, yaxınlarımdan kimsə xüsusi olaraq bu məktubları göndərmək və məni qorxutmaq məqsədi ilə Barbadosa yollanıb? Qadın əsəbləşməyə başlayırdı. Mən belə söz demədim. Mən sadəcə dəqiqləşdirmək istəyirəm. Barbadosda sizinlə kim olub? Həkim, katib, yoxsa vizajist? Siz orada ərinizlə olmusunuz, oğlunuzla ya bacınızla? Biz hamımız birlikdə olmuşuq. Bu ilin yanvarında. Bütün yaxınlarım, dostlarım və doğmalarım mənimlə olublar. Biz ora adətən hamımız birlikdə uçuruq. Bacım və dostu, həkimim, katibim, vizajistim, oğlum. Əriniz də sizinlə idi? Hə, o da bizimlə idi. Bəs oğlunuzun rəfiqəsi? Yox, o bizimlə deyildi. Heç kəsdən şübhələnmirsiniz, bəlkə bu uğursuz bir zarafatdır. Ya da çəkiliş qrupundan kimsə filmə hazırlığınızı belə eksentrik şəkildə pozmaq istəyib. Çəkiliş qrupa ora bir neçə gündən sonra uçacaq. Mənimlə bağlı bütün məsələləri filmin rejissoru həll edir. Onun 74 yaşı var və qətiyyən zarafatçıl adama oxşamır. Sizin bu hədərlərin səbəbini zarafatla bağlamağa səy göstərməyiniz məni çox narahat edir. Bunlar adi zarafatda göndərilən məktuba oxşamırlar, cənab Drongo. Mən zarafatı başa düşürəm və xoşlayıram, ancaq bu 2 məktubda mənim ünvanıma konkret hədələr vardı. Son dərəcə konkret. Orada belə bir cümlə vardı. Əgər villana gəlsən, mütləq öləcəksən. Bax belə.
Elə ona görə də mənə kömək edəcək mütəxəssisə ehtiyac duydum. Mən hər şeyi anladım. Dronqo imtina etməyin hələ gec olmadığı haqda düşündü. Zahirən rahat görünməsinə baxmayaraq bu qadın əsəbləri həddən artıq gərilmişdi. Yaradıcı adamlarda bu adi haldır. Dronqo ayağa qalxdı. Ümid edirəm ki, o məktubları araşdıra və sizə faydalı ola biləcəyəm, Dronqo dedi. Kristin aşağıdan yuxarı ona baxıb gülümsədi. Sonra qəfildən dedi. Ancaq mənim kimi dəlisov və həyasız biri ilə iş görmək yəqin ki, o qədər də ürəyinizcə deyil. Əgər səmimi, təbii ki, səmimi. Doğrusu istəmirəm, Dronqo cavab verdi. Söhbətimiz əsnasında artıq 2 dəfə özünüzdən çıxmısınız, ya da 3 dəfə. Məncə bu çoxdur. Onda niyə razılıq verirsiniz? Siz xoşuma gəlirsiniz, Dronqo səmimi etiraf etdi. Mən tanınmış aktrisanı elə bu cürdə təsəvvür edirdim. Bir qədər dəlisov, bir qədər qərarsız və son dərəcə üslublu. Kristin gülməmək üçün dodağını dişlədi, ancaq dözməyib pıqqıldadı. Sonra onun gözlərinə baxaraq ayağa qalxdı. Bu da komplimentdir, o soruşdu. Yox, bu həqiqətdir. Siz avansı götürməyəcəksiniz. Əgər mənə qulaq asacağınıza söz verməsəniz, götürməyəcəm. Yoxsa heç nə edə bilmərəm. Danışdıq, ancaq mənim qadın zəifliklərim ola bilər. Bəzən özümdən çıxacağam. Sizsə məni bağışlayacaqsınız. Heç olmasa gündə bir dəfə. Kristinin gözlərində dəli şeytanlar oynayırdı. Bu yaşda qadınlar maksimum azad və sərbəst olurlar. Yaxşı, Dronqo razılaşdı. Çeki götürün. O azacıq Dronqo tərəf əyilərək pıçıldadı. Onu mənə siz verməlisiniz. Dronqo incə ada ilə etiraz etdi. Sizə təhlükəli arvadbaz olduğunuzu deməyiblər. O soruşdu. Dəfələrlə deyiblər. Elə okeanı aşıb bura uçmaqda məqsədim də sizin bu sözləri mənə şəxsən söyləməyinizi, öz gözlərimlə görmək, bu sözlərinizi öz qulaqlarımla eşitməkdir. Mən yaradıcılığımın daha bir pərəstkarlığını kəşf etdiyimi hesab edə bilərəmmi? Yox, daha çox sizin dəlisov xarakterinizin. Sizə elə gəlmir ki, mən incə bilərəm. Yox, mənim gün ərzində bir dəfə kobudluq etməyə haqqım var. Bu kiçik bir kişi zəifliyidir. Onlar gülümsəyərək hiss olunmadan bir-birlərinə meyilləndilər. Kristina ah çəkəndə onların arasındakı məsafə çox az idi. Başqa vaxtda və şəraitdə sizə bənzər bir kişi ilə görüşməyə çox şad olardım. Sizin Superman rolunu oynamaqdan xoşunuz gəlir. Məsələn, James Bond rolunu. Məndə alınmaz, Dronqo başını buladı. Əgər indi mənim yerimdə o olsaydı, söhbətimiz yataq otağında davam edərdi. Kristin baxışlarını yayındırdı və çeki götürüb Dronqoya uzatdı. Axşam sizə villamın sxemini göndərəcəyəm, Kristin dedi. Ümid edirəm ki, yaxınlarımın yanımda kobudluğunuzu nümayiş etdirməyinizi qətiyyən istəmədiyimi anlayırsınız. Ancaq işgüzar münasibətlər, cənab Dronqo başqa heç nə. İnanıram ki, fikrinizi dəyişəcəksiniz, deyə o çeki götürdü və üzünü çevirib çıxışa doğru getdi. O heç vaxt belə kobud olmamışdı, ancaq bu Kristinin ona sırdığı oyunun bir hissəsi idi. Dronqo evdən çıxanda Daniel Barnardın aşağı düşdüyünü bilə bilməzdi. O hələ də qonağın ardınca baxan aktrisanın yanında dayandı. O bizə uyğun gəlir? Barnard ehtiyatla soruşdu. Ola bilər, Kristin cavab verdi. Ancaq mən onu bir qədər başqa cür təsəvvür edirdim. Tamam başqa cür. Biz onu dəyişə bilərik, Barnard dedi. Yox, artıq gecdir. Heç nə dəyişmək lazım deyil. Tapşırıq ver, villanızın planını təcili bizə göndərsinlər. Sonra da Kalmer otelinə aparsınlar. Mən bu otel haqqında niyə eşitməmişəm? Yaxşı oteldir. Adi ailə mehmanxanasıdır. 1 çarpayılı və 2 çarpayılı nömrələr var. Hər nömrədə də mətbəx. Siz heç vaxt belə nömrələrdə qalmazsınız. O nömrələr pis ya da ucuzdur. Bu adamı yaxından tanımaq üçün bilmək istəyirəm. Yox, ucuz deyirlər, ancaq elə adamlar var ki, üslubu olmayan müasir otelləri xoşlamırlar. Demək olar ki, ev şəraitli belə otellər onların daha çox xoşuna gəlir. O da bizimlə uçacaq. Ola bilər. Onun çox güclü kişi xarakteri var. Bəlkə də bu çox yaxşıdır. Kristin dönüb öz otağına getdi. Barnard onun ardınca uzun-uzadı baxdı. Sonra sakitcə ah çəkdi və mobil telefonunu cibindən çıxartdı. 5-ci fəsil. Dronqo qaldığı otelə onu aktrisanın evinə aparan limuzində qayıtdı. İndi ona tapşırılan iş haqda ətraflı düşünməli idi. Əgər Kristinin gümanlarından çıxış etsə, bu kiminsə pis niyyəti zarafatı ola bilməz. O halda söhbət məqsədli şəkildə hədə qorxu gəlməkdən gedə bilər. Axı aktrisa eyni vaxtda 2 məktub alıb.
İçəridən şantaj ehtimalını istisna etmək üçün villadakı bütün mühafizəçiləri və xidmət personallarını yoxlamaq lazımdır. Ancaq onlar ikinci dərəcəli şübhəlidirlər. Belə baxanda Kristinə villasını satmağa və bir daha Barbadosa gəlməməyə heç nə mane olmur. Ancaq ağlı başında olan heç kəs 2 ədəb məktubundan sonra öz villasını satmaz. Villadakı hər bir mühafizəçi bilməlidir ki, əgər belə bir işdə əli olsa, onu asanlıqla aşırı edib haqq hesab çəkərlər. Yaxşı maaşı olan işdən məhrum olması ilə yanaşı, sonraki karyerasına ciddi zərbə vurar və sonra heç yerə işə düzələ bilməz. Qalır birinci dərəcəli şübhəlilər. Bunlar məhz Kristini əhatə edən adamlardır. Daim onun yanında olub, zəifliklərini bilənlər, özünü necə aparacağını əvvəlcədən hesablayanlar. Onun ölümü kimə lazım olar? İlk növbədə 100 milyonlarla dollar miras alacaq oğluna və ərinə. Gərək Kristin Lindegrenin əri ilə nikah müqaviləsini öyrənsin və vəsiyyətnamə ilə tanış edilməsini xahiş etsin. Daha kim? Bacısı və onun Ukraynalı dostu. Maraqlı kombinasiyadır. Kristin oğlunun rəfiqəsi də keçmiş SSR-dəndir. Görünür onların ailəlikcə imperiyadan olan mühacirlərə rəğbəti var. Kristin özünün Litvalı həkimdən xoşu gəlir. Bacısının aşnası Ukraynalıdır. Oğlunun sevgilisi Saratovdandır. Əgər Kristin öz ətrafından kimdənsə şübhələnirsə, onda niyə məhz Dronqonun seçdiyi aydın olur? Çünki hazırda müstəqil dövlətlər olan keçmiş ittifaq respublikalarında gəlmiş mühacirlərdən, bu mürəkkəb münasibətlərdən və simpatiyalardan o daha yaxşı baş çıxara bilər. Onda belə çıxır ki, Kristin məhz bu 3 nəfərdən şübhələnir. Həkimi haqqında o daha böyük rəğbətlə danışdı. Elə katibi və vizajlı barədə də. Adada onunla birlikdə olacaq insanlar arasında ən pis münasibəti potensial gəlinədir. Ancaq bunun səbəbi aydındır. Analar həmişə oğullarının ətrafında olanlardan daha yaxşı qızlar seçməli olduqlarını düşünürlər. Bu, ana məhəbbətindən qaynaqlanan qadın qısqanclığıdır. Ancaq Alisa Gindinanın bütün hallarda nəzarətdə saxlamaq lazımdır. Əgər yetərincə əsaslı səbəblər olmasaydı, yəqin ki, Kristin boş yerə narazılıq etməzdi. Bu səbəbləri ehtiyatla aydınlaşdırmaq lazımdır. O saatına baxdı, artıq 5 işləyirdi. Çıxıb sahilə yaxın bir yerdə nahar etmək lazımdır. Kristinlə söhbətini xatırlamaqla davam edərək geyindi. Adəti üzrə kredit kartlarının olduğu pul kisəsini və pasportunu çamadanına qoyub kodlu kilidini bağladı. Amerikada ümumiyyətlə sənədlər və kredit kartları ilə gəzmək tövsiyə olunmurdu. Los Angelesdə bu daha təhlükəli idi. O 200 dollar sayıb pulları pəncəyinin cibinlərinə paylaşdırdı. Dronqo 50 dolların Amerikada böyük məbləğ sayıldığı və 2 nəfərin bu pula çox yaxşı restoranların birində nahar etməsinin mümkün olduğu vaxtları hələ də xatırlayırdı. Hətta bir şüşə şərab da sifariş vermək olardı. Təəssüf ki, o dövr arxada qalmış və dollar Avropa valyutasının nisbətdə təxminən 50% ucuzlaşmışdı. Dronqo oteldən çıxanda portiyerin yerində başqa bir kişinin oturduğunu diqqət yetirdi. Bu dəfə otelin yanında heç bir maşın yox idi. Dronqo sahilə getmək üçün küçəni keçdi. Elə buradaca bir avtomobil astaca yanında saxladı. Ağ rəngli Lincolnun sükanı arxasında yetkin və heybətli bir kişi əyləşmişdi. Onun günəşdən yanmış düzgün cizgili qırmızımtıl sifəti, bozarmış qaşları demək olar ki, dən düşməmiş dalğalı şapaldı saçları vardı. Bu təəssüratı ancaq bərəlmiş boz gözləri bir qədər korlayırdı. Əynində açıq boz rəngli yüngül şalvar və iti damalı köynək vardı. Dronqo yoluna davam etmək üçün avtomobilin yanından ötüb keçmək istədi, ancaq yad adam əlini yerlədərək rusca qışqırıb onu çağırdı. Bu sizsiniz, cənab Dronqo. Mən bura məxsusi olaraq sizinlə görüşüb danışmaq üçün gəlmişəm. O ləhcəsindən Pribaltikalıya oxşayırdı. Dronqo maraqlanaraq dayandı və maşına və yad kişiyə baxdı. Əgər bu adam Dronqonun harada yaşadığını bilirsə, rusca danışırsa və onunla danışmaq üçün məxsusi olaraq bura gəlibsə, onda səhv etmək mümkün deyil. Siz doktor Margunasınız? Dronqo bu adamı sanki haçansa görübmüş kimi əminliklə soruşdu. Bəli, doktor təəccübləndi. Məni necə tanıdınız? Məgər sizə şəklimi göstəriblər? Yox, sadəcə ehtimalla tanıdım. Kristin sizin 50 yaşınız olduğunu söyləmişdi. Rusca ləhcə ilə danışırsınız. Hər halda Litvanı elə 1991-ci ildə tərk etmisiniz. SSR dağılanda. Kalmarda yaşadığımı çox adam bilmir. Sizə bunu ya Kristin ya da onun katibi cənab Bernard deyə bilərdi.
Bir də sizə mənim rusca bildiyimi deyiblər, yoxsa ingiliscə danışardınız. Bu sizə daha rahat olardı. Axı təxminən 15 ildir ki, Kanada və Amerikada yaşarsınız. Əladır, Margunas heyrətini gizlətmirdi. Siz lap Sherlock Holmes'unuz. Əgər bu qədər məntiqli və əminliklə danışmasaydınız, eşitdiklərimə inanmazdım. Hesab edək ki, Fox nümayişi qutardı. Drongo ciddi təzlidi. Sizə nə lazımdır? Mən sizinlə danışmalıyam. Margunas boş küçəyə baxdı. Bu şəhərdə demək olar ki, heç kəs piyada gəzmir. İşsiz bomujların belə sambanlı avtomobilləri var. Bəlkə mənim maşınıma oturasınız, ha? O təklif etdi. Onda sahilə gedək, Drongo təklif etdi. Orada söhbət edərik. Margunas başını razılıq tərpətdi və onlar tezliklə sahilə çıxdılar. Buradan sakit okeana gözəl bir mənzərə açılırdı. Maşın dayandı. Rusca danışmaq mənə çətin olacaq, Margunas dedi. Onlar ingiliscə keçim. Belə qat-qat rahatdır. Siz yəqin ki, ingiliscə danışırsınız. İngiliscə danışa bilərsiniz. Drongo başını tərpətdi. Ancaq əvvəlcə deyin görüm. Mənim yerimi sizə kim deyib? Bu çox vacibdir. Mənim üçün hə. Əks halda söhbətimiz baş tutmayacaq. Bugün Kristin yanındaydım. O mənə bizimlə birlikdə Barbadosa gedəcək ekspertin gəldiyini xəbər verdi. Dedi ki, Moskvadan gəlib və Kalmar otelində qalır. Ona görə dərhal bura gəldim. Sizi oteldən çıxan kimi tanıdım. Kristin ucaboy, enli kürək olduğunuzu, istefada olan polislərə bənzədiyinizi demişdi. Belə çıxır ki, siz də bir qədər Sherlock Holmes'unuz. Yox, mən həkiməm. Həkimlər isə müşahidəçi və diqqətli olmalıdır. Məni niyə görmək istəyirdiniz? Mən sizinlə Kristin haqlı danışmaq istəyirəm. Məsələ burasındadır ki, siz onu Barbadosa getməkdən çəkindirməlisiniz. Mənə elə gəlir ki, Kristin oraya getməməlidir. Ancaq o mənə qulaq asmır. Bəlkə də siz bu işdən imtina etsəniz, o da oraya getmək canlı təbiətin mühafizəsinə həsr olunmuş və heç kəsə lazım olan o mənasız filmdə çəkilmək istəməz. Kristin oraya niyə uçmamalıdır? Məsələ burasındadır ki, Margunos tutuldu. Hiss olunurdu ki, bu haqda danışmağa çətinlik çəkir. Məsələ burasındadır ki, ona ümumiyyətlə ora uçmaq lazım deyil. Bu film yaşılların özlərinə diqqət çəkmək üçün göstərdiyi növbəti cəhdlərdən biridir. Mən dünyada təbiətin insandan qorunmasının zərurliyinə inanan adamların hələ də olmasına təəccüb edirəm. Geniş mənada artıq çoxdan insanın özünü başqa insanlardan qorumağın vaxtı çatıb. Biz bu planetdə ən çox nəsli kəsilən növük. Bizi çoxdan qırmızı kitaba salmaq lazımdır. Maraqlı qənaətdir, Drongo nəzakətlə razılaşdı. Ancaq bunun bizim Barbadosa müştərək səfərimizə nə dəxli var? Margunas ətrafa boylandı. Elə bir onların söhbətini kiminsə eşidəcəyindən çəkinirdi. Sonra astadan dedi. Mən Kristinin müalicə həkimi olaraq Barbadosa səfərini arzu olunmaz hesab edirəm. Bu sizə kifayətdir? Yox, siz onun ora getməsini niyə istəmədiyinizi mənə izah etməlisiniz. Ancaq inandırıcı şəkildə. Dumanlı fikirlər arxasında gizlənərək yox. Cəhənnəm olsun o fikirlər. Margunos rusca astadan deyindi. İngiliscə bu daha ədəbsiz səslənirdi. Məsələ burasındadır ki, o xəstədir. Bunu anlaya bilirsiniz. O ağır xəstədir və ciddi müayinə olunmaq üçün təcili xəstəxanada yatmalıdır. Bunun əvəzində o, mənasız sənədli filmə çəkilmək üçün Barbadosa uçmaq istəyir. Nədir onun xəstəliyi? Bunun əhəmiyyəti yoxdur. Mən onsuz da sizə bütün təfərrüatları danışan deyiləm. Buna ixtiyarım yoxdur. Həkim sirri deyilən anlayış var, ancaq siz mənə inanmalısınız. O həmin adaya uçmamalıdır. Hazırda bu səfər son dərəcə lüzumsuz görünür. Siz bunu onun özünə demisiniz. Əlbəttə, ancaq o mənə qulaq asmaq istəmir. Deməli, onu inandıra bilməmişsiniz. O halda niyə məni inandıra biləcəyinizi düşünürsün? Axı, mən bura Mrs. Lindegren'in dəvəti ilə gəlmişəm. Siz ağıllı adamsınız, cənab Drongo. Yoxsa belə məşhur ekspert ola bilməzdiniz. Siz variantları hesablaya bilirdiniz. Deyirlər, ekspertlər cinayətkarı aşkar etmək üçün riyazi ağla malik olmalıdırlar. Siz məni başa düşməli və bu səfərdən imtina etməlisiniz. Ona hazırda sadəcə ora uçmaq olmaz. Niyə? Lənətə gələsiniz, Margunos sizə dedi. O xəstədir. Sizə dedim axı, o ağır xəstədir. Ömrünə çox az qalıb. Yəni bu sözlər də sizi inandırmır. Drongo həyatda çox şey görmüşdü, ancaq bu xəbəri eşidəndə diksindi. Bir neçə saat öncə söhbət etdiyi gənc və gözəl qadın ölümə məhkum idi, əgər həkim yalan danışmırsa. Digər tərəfdən axı o niyə yalan desin? Sizdə hər hansı obyektiv məlumatlar, analizləri, cavabı var? Siz hər şeyi yaxşı-yaxşı yoxlamısınız? Drongo soruşdu. Var, əlbəttə var.
Biz onu 2 dəfə müayinə etmişik və özü hər şey bilir. Sadəcə bu haqda düşünməməyə çalışır. Sovet təbabətindən fərqli olaraq burada heç nəyi gizlətmirlər. Buna sadəcə hüquqları yoxdur. Burada hər şeyi pasiyentə dərhal söyləyirlər. Başa düşün ki, bizim vaxtımız yoxdur. Heç yoxdur. Bir neçə həftədən sonra qarşısı alınmaz proseslər başlayacaq. Onda heç nəyin, heç bir əməliyyatın ona kömək olmayacaq. O xəstəxanada yatmaqdan niyə imtina edir? Amerikalı qadınlar adətən sağlamlıqlarına olduqca həssas yanaşırlar və bu da tamamilə rasionaldır. Bəlkə də tam Amerikalı olmadığına görə belədir. Mənə elə gəlir ki, onu başqalarından yaxşı başa düşürəm. Hər halda biz şimali xalqlarındanıq. O əsl viking nəslindəndir. O öz taleyini gözünə dik baxır və heç nədən qorxmur. Xarakteri belədir. Bu barədə bilən başqa adamlar da var. Bəlkə də katibi Daniel Barnard bilir. Başqa heç kəs. O öz xəstəliyi haqda hətta yaxınlarına, ərinə, bacısına, oğluna da bir söz demir. Mənə nə məsləhət görürsünüz? Ona zəng vurun və səfərdən imtina edin. O adaya uçmamalıdır. Tropik iqlim onun sağlamlığına çox pis təsir edə, gözlənilməz tutmalara səbəb ola, xəstəliyini şiddətləndirə bilər. Mən bunu edə bilmərəm. Drongo xeyli düşdəndən sonra dilləndi. Əgər o Barbadosa uçmaq istəyirsə, mən onun niyə rədd cavabı verməli və kömək etməliyəm? O ora uçmamalıdır, həkim qətiyyətlə dedi. Mən onu buna inandırmağa çalışacağam. Bu sizin hüququnuzdur. Bir sualım var. Adaya uçmaması üçün hədələyici məktubları ona siz göndərmisiniz? Yox, əlbəttə yox. Bu ki axmaqlıqdır. Bu məktublar onu ancaq qızışdırır. O heç vaxt niyyətindən geri çəkilmir. Ona hədə-qorxu gəlmək mənasız işdir. Onun xəsiyyətini bilə-bilə mənə imtina etməyi məsləhət görürsünüz. İmtina etmək üçün ona çox ciddi səbəblər göstərməliyəm. Məsələ heç də onun mənə ödəyəcəyi qanararda deyil. O qalan bir neçə gün ərzində ciddi mütəxəssis tapa bilməz. Əgər Barbadosda onun başına nəsə gəlsə, bunu heç vaxt özümə bağışlamaram. Ona görə də imtina edə bilmərəm. Bəlkə o bu filmi bəşəriyyətin özünün son və vacib töhfəsi hesab edir. Bu haqda düşünün. Margunas xeyli sustu. Sonra Drongoya baxdı. Bəlkə də siz haqlısınız, bilmirəm. Mən onunla bir də danışmağa çalışacağam. Ancaq söz verin ki, bu söhbətimiz haqqında heç kəsə danışmayacaqsınız. Xüsusilə də ona. Heç bir halda. Təbii ki. Çox sağ olun. Sizi hara aparım? Heç yerə. Mən elə burada düşəcəyəm. Drongo maşından düşdü. Margunas yerindən tərpənməzdən qabaq maşında xeyli oturub baxdı. Nəhayət avtomobil yola düşdü. Drongo küçənin sonundakı kiçik İtalyan restoranına daxil oldu. Nahar edib qurtarana yaxın ona zəng gəldi. Barnard dedi. Villanın müfəssəl planını otelə axşamı yaxın göndərəcəyini xəbər verdi. Drongo katibə təşəkkürünü bildirdi. Otelə axşam saat 7-yə qalmış qayıtdı. Payızda axşam hiss olunmadan düşür. Hər tərəfi zülmətə qərq edirdi. Drongo açarı portiyədən alıb o holdan əyləşmiş qadını Drongoya göstərdi. Bu xanım artıq yarım saatdır sizi gözləyir. Drongo naməlum qadına baxdı. O boz rəngdə şalvarlı kostyum geyinmişdi. Qadın başını qaldırdı. Ola bilməz. Kristin otelə niyə gəlmişdi? Yox, bu Kristin deyildi. Bu ona çox bənzəyən bir qadın idi. Ancaq saçları daha açıq, göy gözləri daha tünd idi. Onun da üzünün cizgiləri qabarıq, gözləri azlıq çəp idi. Amma əgər böyük bacının qüsurları məziyyətə çevrilmişdisə, kiçik bacının nöqsanları yalnız onun sifətinin asimetrikliyinin dərin qırışlarını, bir-birindən olduqca aralı gözlərini qabardırdı. Drongo ona dərhal tanıyıb yaxınlaşdı, ancaq indi qabiliyyətlərini nümayiş etdirməyə həvəs yox idi. Ona görə də sakitcə dayanıb qadının özünü təqdim etməsini gözlədi. Axşamınız xeyir, o tələsi dedi. Mən Kristinin kiçik bacısı Agnesa Lindegrenəm. Çox şadam, mənə adətən Drongo deyirlər. Bilirəm, otelə sizin yanınıza gəldiyimə görə üzr istəyirəm. Harada qaldığınızı Danieldən, bağışlayın, cənab Bernarddan öyrəndim. Aydındır, bəlkə bağa keçib skamyada oturaq. Hə, əlbəttə, Agnesa əl çantasını götürüb daxili həyata keçdi. Drongo da onun ardınca getdi. O risk edərək qadını öz nömrəsinə dəvət etmədi. Skamya nəm olsa da hovuz və bağın yerləşdiyi daxili həyat yetərincə isti idi. Qadın dəsmalını çıxarıb skamyanın isildi və oturdu. Drongo da onun yanında əyləşdi. Sizdən bacıma təsir göstərməyinizi xahiş etmək istəyirəm, Agnes tələsi dedi.
Onu Barbadosa uçmaq fikrindən daşındırmaq lazımdır. Siz ona bunun çox təhlükəli olduğunu və onu müdafiə edə bilməyəcəyinizi söyləməlisiniz. Drongo elə gəldi ki, qadının nə dediyini anlamadı, səhv eşitdi. Margunas'ın ona Kristinin xəstəliyi haqqında danışdığını xatırlayıb hər şeyi başa düşdü. Hərçənd həkimə inanmamaq da olardı, ancaq kiçik bacı da Kristinin Barbadosa uçmamalı olduğunda israr edirsə, bu artıq əsl müəmmadır. Axı niyə? Ona niyə yalan deməliyəm? O təəccüblə soruşdu. Bu yalan deyil, Agnes etiraz etdi. Bu səfərdən imtina etmək yalnız işin xeyrinədir. Məncə belə daha düzgün olar. O indi elə bir vəziyyətdədir ki, siz ona sadəcə təsir göstərməlisiniz. Qadın dəsmalını çıxarıb gözlərini sildi. Yəni onun bacısının xəstəliyindən xəbəri var. Onda belə çıxır ki, Margunas artıq hər şeyi Agnesə də xəbər verib. Ya yox. Narahatlığınızın səbəbini tam anlamıram, Drongo dilləndi. Bəlkə mənə izah edəsiniz. Sizcə adada onu hansı təhlükə gözləyir? O indi elə bir vəziyyətdədir ki, Agnesə yenidən hıçqırdı. Görünür bacısının xəstəliyindən xəbəri vardı. Hansı vəziyyətdədir? Drongo təslim olmadı. Mənim qızımın ölümündən sonra o özündə deyil, Agnes dedi. O bu faciədə özünü günahkar sayır. Başa düşürsünüz? O ancaq özünü günahlandırır. Mən onun bu vəziyyətdə Barbadosa uçub filmə çəkilməsindən qorxuram. Drongo hər dəqiqə yeni şeylər öyrənirdi. Deməli, Agnesa'nın bacısının xəstəliyindən xəbəri yox idi. O, Drongoya başqa qorxunc bir sir açmışdı. Qızınız nə zaman vəfat edib? Drongonun səsində şəfqət də vardı, mərhəmət də. 3 ay bundan qabaq Agnes ah çəkdi. Onu abort etmişdilər. Adi əməliyyat idi. Qanaxma başladı, döl bətində düzgün yerləşməmişdi. Nəysə, onu xilas edə bilmədilər. Bilmədilər. Bu harda olub? New Yorkda, bu yay. Silvia'nın ölümü Kristinə çox pis təsir edib. Hətta məndən də çox. Oğlumla mən onu sakitləşdirməyə çalışırdıq. Sizin oğlunuz da var? Hə, William Londonda oxuyur. 22 yaşı var, Oxfordda magistraturanı bitirəcək. Deməli, hesab edirsiniz ki, bacınız Barbadosa uçmasa yaxşıdır? Əlbəttə. Biz hamımız qışda orada idik. Yanvarın əvvəlində. Orada Silvia ilə bağlı son dərəcə çox şey var. Kristin həmişə bir qədər əsəbi, impulsiv insan olub. O dözməyə özündən çıxa bilər. Ona görə də getməsinə yol verməyəcəyəm. Siz də onu bu eksentrik səfərdən çəkindirməlisiniz. Qorxuram, heç nə alınmasın. Siz öz böyük bacınızı məndən yaxşı tanımalısınız. Ona etiraz edəndə təsdiyi tutur və hər şey öz bildiyi kimi edir. Hə, doğru deyirsiniz. Agnes ah çəkdi. Bəlkə mən özüm ora uçmayım. Necə düşünürsünüz? Bu sizin hüququnuzdur. Mənə elə gəlir ki, Kristin gedəcək və heç kəs onu saxlaya bilməyəcək. Adada onu təhlükə gözləməsi ilə bağlı məktubları siz göndərmisiniz? Məktublar? Nə məktublar? Mən ona heç nə göndərməmişəm. Mən fikirləşdim ki, bəlkə də sizi onu bu səfərdən çəkindirməyə inandıra bilərəm. Ancaq görünür böyük bacım sizi ona kömək etməli olduğunuzu inandıra bilib. Mən sadəcə cinayət işləri üzrə ekspertəm. Bilirəm, mən də elə buna görə qorxuram. Sizi bura niyə dəvət ediblər? Bunu bacınızdan soruşsanız daha yaxşı olar. Onu təhdid edirlər. O da təkcə özünə görə yox, yaxınlarının həyatına görə qorxur. Bunun üçün polis var, Agnes səsləndi və məni heç nə anlamadığınıza inandırmaq lazım deyil. Yəqin ki, o mövcud olmayan məktublardan yox, başqa bir şeydən qorxur. Silvia'nın ölümü ona çox pis təsir edib. Sizi anlayıram. Yox, Agnes etiraz etdi. Siz heç nə anlamırsınız. Əgər anlasaydınız, onda bəlkə də bu işdən və bu səfərdən imtina edərdiniz. Bəlkə qonoranınızı verib, çıxıb gedəsiniz. O sizə nə qədər vəd edir? 20.000 dollar, 50.000, 70.000, yoxsa 100.000? Buradan getməyiniz üçün nə qədər istəyirsiniz? Qadın hönkürməyə hazır idi. Məni niyə təhqir edirsiniz? Drongo təmkinini pozmadan soruşdu. Qadın ayağa qalxdı və Drongoya fikrini cəmləməyə macal vermədən sürətlə çıxışa doğru addımladı. O özünü itirərək yerindən tərpənmədən qadının ardınca baxdı. Görünür burada şkafdakı skeletlər həddən artıq çoxdur. Birazdan o da qalxdı. Artıq Kristin yaxınlarından ikisi onu Barbadosa buraxmamağı xahiş edirdilər. Ümid edirəm ki, bugünkü ziyarətlər qurtardı. Drongo düşündü və ağlına da gəlmədi ki, yanılır. Saat 10-a qalmış telefon zəng çaldı. Drongo qaşqabağını sallayıb aparata baxdı. Üçüncü ziyarətçiyə o qətiyyən dözməyəcəkdi. Özündən çıxa, bu dəstə onların adaya səfəri haqda dişinin dibindən çıxan deyə bilərdi.
Telefon isə dayanmadan zəng çalırdı. Kristin Lindegrenin ətrafındakı adamlardan başqa onun nömrəsini bilən yox idi. Deyəsən bircə günə bu qadının həyatı haqqında bir ilə öyrənə biləcəyindən də çox məlumat toplamışdı. Axır ki dəstəyi götürdü. Cənab Drongodur. O boğuq qadın səsi eşitdi. Qadın rusca danışırdı. Nömrənizi düz yığmışam. Kimdir danışan? Drongo başa düşmədi. Mənim soyadım Gindinadır. Alisa Gindina. Sizinlə görüşmək istəyirdim. Siz sabah səhər zəng vura bilərsiniz? Yox, gəlin bugün. Mən Santa Monica'dan oteldə qalıram və bu sizə yaxındır. Maşınımı elə indicə sizin otelin yanında saxladım. Nömrənizə qalxmağa icazə verərsiniz? Nə olub ki? Qəzəblənmiş Drongo xırıldadı, ancaq qadın artıq əlaqəni kəsmişdi. O paltarını dəyişmək və növbəti qonağı qarşılamaq üçün ayağa qalxdı.